Hər vaxtınız xeyirli uğurlu olsun əziz müəllimlərimiz və dəyərli izləyicilərimiz. Hər birinizə xoş gördük. Bugün sizinlə könül müəllimə yeni toplumumuzdan olan maqnit sahəsi, maqnit induksiyası başlığından cərəyanların maqnit sahəsində testlərinə həsr olmuş videomuz olacaqdır. Birinci sualdan başlayırıq. Ferromaqnitin, ferromaqnit xassələrinin yox olduğu temperatur kürü temperatur adlanacaqdır. Baxın, ferromaqnit nədir? Maqnit sahəsinin təsiri ilə çox güclü maqnitlənən və həmin sahə götürəndən sonra da bu maqnitliyi saxlayan bir maddə deyilmiş olacaqdır. Kürü temperatur nədir? Bəs ferromaqnit maddənin ferromaqnit xassələrini itirərək paramaqnit halına keçdiyi bir temperatur olacaqdır. Bax belə götürürük. Kürü temperaturdan aşağıda maddə ferromaqnitdir. Çünki burada güclü maqnitlənir. Kürü temperaturda isə maddə maqnitliyini itirir, paramaqnitə çevrilmiş olacaqdır. İkinci sualımıza baxaq. Bizdən şəkil müstəvisinə doğru perpendikulyar istiqamətə yönəlmiş düz cərəyanın maqnit sahəsində induksiya xətlərinin mənzərəsi hansı şəkildə düzgün təsvir olunmuşdur? Deməli, biz baxırıq ki, bizə buradan cərəyanın istiqamətini x veribdir. İndi gəl bunu kənardan çəkək. Bu cərəyanımızın istiqamətini bizə x şəkildə verib və bir də B induksiya xətlərimizin istiqamətini biz müəyyən etməliyik. Bunun üçün bizə nə lazımdır? Nə hansı bilgi lazımdır bizə? Sağ yivli burxu qaydasını. Sağ yivli burxu qaydası nədir? Biz sağ əlimizi götürürük. Bizim baş barmağımız cərəyanın istiqamətini bildirəcək və bükülmüş dörd barmaq isə B induksiya vektorunun istiqamətini bildirəcəkdir. İndi isə bir də bu sözü vurğulayaq. Deyir ki, bizdən şəkil müstəvisinə perpendikulyar vəziyyətdə cərəyanımızı veribdir. Yəni, bax, bu nədir? Cərəyanın bax belə x olmağı bizdən şəkil müstəvisinə perpendikulyar nə deməkdir? Yəni bizim dedik ki, baş barmaq cərəyanın istiqamətini bildirir, düzdürmü? Baş barmağımız məndən çıxır, yəni bizikdə mən. Məndən çıxır, girir şəklin içinə doğru, özə perpendikulyar şəkildə. Baş barmağım şəklin içinə girdiyi halda, o zaman o bizim bükülmüş dörd barmağımız var. Onun istiqamətinə fikir verir. O dörd barmağımızın istiqaməti hara doğru gedir? Saat əqrəbi istiqamətində gedir. Onda elə olduğu halda bir dənə buradan dairəmizi çəkirəm. Bax, o cərəyanımız dairənin içində qalır da. Belə qoy bunu dairəmizin içində yerləşdirək. Aha, bu belə içində qalır və hərəkət istiqamətinin saat əqrəbi istiqamətində və bu cür şəkildə olur. Bu da saat əqrəbi istiqamətində olduğuna görə bunu bu cür şəkildə çəkdik və sən buna uyğun gələn cavab hansıdır? Saat əqrəbi istiqamətində. D A variantına gedəcəkdir və ikinci sual A variantı. Üçüncü sualımıza baxıram. Şəkil müstəvisindən bizə doğru perpendikulyar istiqamətə yönəlmiş düz cərəyanın maqnit sahəsi induksiya xətlərinin mənzərəsi hansı şəkildə düzgün təsvir olunmuşdur? İndi isə görürük ki, bizə buradakı cərəyanlarımızın istiqamətləri nöqtədir. O zaman yenə çəkirəm buradan cərəyanımızı bu cür şəkildə. Bunu bizə cərəyanın nöqtə şəklində veribdir. Əgər cərəyan nöqtə olarsa, gör nə deyir? Şəkildən bizə doğru perpendikulyar yönəlmiş cərəyanımızı veribdir. Belə olduğu halda cərəyanımız əgərlərim nöqtə olarsa, biz neyinirik? Bunu yenə sağ yivli burğu qaydasına görə tapırıq. Çünki B induksiya vektorumuzun bizə istiqamətini tapmaq lazımdır. Axı görək o hansı hara doğru olacaqdır. Ona görə yenə biz bildiyimiz kimi sağ yivli burğu qaydasına bilməliyik. Sağ əlimizi götürürük. Baş barmağımız cərəyanın istiqamətini bildirir. Bükülmüş dörd barmaq B induksiya vektorunun istiqamətini verir. Əgərlərin bizə şəkildən bizə doğru cərəyanın istiqamətini verərsə, bu nə deməkdir? Yəni, bax, özü perpendikulyar şəkildə deyir də. Deməli, bizim baş barmağımız şəkildən çıxır, perpendikulyar şəkildə. Düz bizim üzümüzə doğru gəlir. Yəni, elə təsəvvür edin. Baş barmaq şəkildən çıxır, bizim üzümüzə doğru, səthimizə doğru gəlir, gözümüzə doğru gəlir baş barmaq. Bu arada dörd barmağımız boş dayanmır ki, dörd barmağımızın istiqamətinə fikir ver. Hara doğru yönəlir? Saat əqrəbimizin əksi istiqamətdən yönəlir. Onda elə olduğu halda buradan çəkirək ki, bu saat əqrəbinin əksi istiqamətdə gedir. Qoy bu dairəmizi çəkək. Burada yenə şu saat əqrəbimizin əksi istiqamətdə olduğuna görə o zaman bu buradan gedir hansı varianta? Getdi bu Y variantına. Baxaq indi sonraki sualımıza. Bir də onu yadda saxlayın ki, həmişə B induksiya vektoru eyni ilə sürət kimi çevrə toxunan şəkildə olacaqdır. Yəni, bax, burada da bu cür şəkildə olacaqdır. Amma bu biri testimizdə, ikinci testdə o saat əqrəbi istiqamətində gedirdi. Onda isə bunların istiqaməti bax, bu cür şəkildə olacaqdır. Saat əqrəbi istiqamətində. Yəni, həmişə eyni ilə sürət kimi çevrəyə toxunan şəkildə B induksiya vektorumuz bizim olacaqdır. Yaxşı, baxaq növbəti sualımıza.
Baxırıq buradan dördüncü sualımıza. Maqnit sahəsinin induksiya vektoru modulu harada ən böyükdür? Bax, bu mavi rənglədiyim hissə bura sarğacdır. Sarğacın içində maqnit sahəsi daha böyükdür. Sarğacın içində burada ancaq bir nöqtəsidir. Deməli, onda o zaman burada maqnit sahəsi induksiya vektorun ən böyük qiyməti olacaq və 4-də B variantı olur. B-nə D variantı olur. 5-ci sualımız isə ən kiçikdir. Əgər burada ən kiçik deyirsə, bax, bu sarğacdan kənarda olan hissələrdir. Deməli, baxıram ki, 2 də sarğacın içində, 4-də 5 sarğaca yaxındır, 1 də yaxındır. Amma nisbətən bunlardan uzaq 3-dür. Onda bu, buradakı sahə daha kiçik olacaq. İnduksiya vektorumuz və 5C variantına gedəcəkdir. 6-cı sualımızda aşağıdakı sahələrdən hansı burulğanlı sahədir? Burulğanlı sahə deyirsə, ya biz maqnit sahəsini götürəcək, və yaxud da burada hərəkət olmalıdır. Hərəkət olan tərəfi götürəcək. Maqnit sahəsi verdiyinə görə 6B variantını götürəcək. 7-ci sualımızda bu hansı fiziki əməliyyatın vahidinə uyğun olacaqdır? Gəlin indi belə yazaq. Newtonla amperi bura köçürdürəm. Newton və amper dursun burada yerində və bilirik ki, 1 Teslanın açılışı isə Newton bölünsün, amper vurulsun metrdən ibarətdir. İndi eyni olan vahidləri ixtisar edirəm. Newtonlar, amperlər gedir. Metrə də baxanda bu məxrəcdən aşağıdır. Məxrəcdən aşağıda olanlar həmişə onlar sürətə qalxır. Sadəcə 1 metr qalır. Metr də buradan uzunluqdur və 7A variantına gedir. 8-ci sualımızda vurğu qaydası ilə hansı fiziki əməliyyatın istiqamətini müəyyən etmək olacaq? Vurğu qaydası dedik ki, indicə sağ yivli vurğu qaydası. Bu maqnit induksiya vektoru müəyyən edər. Və 8A variantına gedir. 9-cu sualda hansı halda hərəkət edən elektron ətrafına maqnit sahəsi yaranır? Maqnit sahəsindən söhbət gedirsə, mütləq hərəkət olmalıdır. İndi baxıram hərəkətlərə. Hərəkət, hərəkət, hərəkət deməli 1, 2, 3 variantlarını götürərik və 9-da cavab B variantına gedəcəkdir. 10-cu sualımız da bunun eynisi qohumlarındandır. Yenə maqnit sahəsi deyir bizə. O zaman biz yenə hərəkət olan tərəfləri götürəcək. Cavablarımız 1, 2, 3-dən ibarət olaraq 10 da B variantına gedir. 11-ci sualımıza baxaq. Bu sualımızı bu tərəfə çevirək. 11-də hansı halda verilmiş hesablama sisteminə nəzərən maqnit sahəsi yaranmış olacaqdır? Baxın, maqnit sahəsi dedik hansı vəziyyətdə yaranacaq? Hərəkət olduqda elektron hərəkət edir, proton hərəkət edir. Amma burada deyir, elektron sükunətdə qalır. Sükunət hərəkətsiz deməkdir. Yəni, burada hərəkət yoxdur. Amma 1 və 2-də hərəkət var. Ona görə 11-ci sualımız Y variantına gedəcəkdir. 12-ci sualımızda maqnit sahəsinin maqnit əqrəbinə göstərdiyi yönəldici təsirə görə hansı fiziki kəmiyyətin istiqaməti müəyyən olunacaqdır? Bu maqnit induksiya vektorudur. Biz bunu bayaqlarım demişdik. 2-ci, 3-cü sualda izahını vermişdik. Maqnit əqrəbi həmişə maqnit induksiya vektoru istiqamət yönəlir. 13-cü sualda cərəyanlı düz naqilin enkəsi təsvir olunmuşdur deyib və bu cərəyanımız nöqtə verib bizə. İndicə bayaq demişdim, nöqtə olanda əlimizi necə tuturuq? 3-cü sualda bunun izahını vermişdim. M nöqtəmə görə mən maqnit induksiya vektorumuzun istiqamətini müəyyən edəcəm. Bax, belə olduğu halda mən neynirəm? Buradan M nöqtəmizdə, bax, belə bir dairə götürəm, çəkirəm. Nəsə, bizim dairəmiz burada belə dalğavari gəldi. Yaxşı, bir dənə buradan normal bir dairəmizi çəkək. Deməli, bu bizim dairəmizdir. Dairəni otuzduraq bura. Aha, bax, bunu belə qoyduq. Biraz da bunu sentrə yerləşdirək. Bu bizim nöqtə bizim cərəyanımızdır. İndi biz dedik ki, bunu nə cür tapırıq maqnit induksiya vektorunu bilməmiz üçün sağ yivli vurğu qaydasına görə sağ əlimizi götürürük. Cərəyanımızı bizə belə nöqtə verəndə o zaman nə edirik? Biz bilirik ki, sağ yivli vurğu qaydasına baş barmaq cərəyanın istiqamətini bildirir. 4 bükülmüş barmaq isə B induksiya vektorunun istiqamətini bildirir. Əgər cərəyan nöqtə olarsa, o zaman baş barmağım şəkildən perpendikulyar çıxaraq mənim üzümə doğru gəlir. Bu ərəfədə 4 barmağım mənim bükülərək saat əqrəbin əksi istiqamətinə gedir. Bu da saat əqrəbin əksi istiqamətinə gedirsə, bu belə olur və indi M nöqtəsini stop edirəm, dayanıram. M nöqtəmizdə məndən soruşur B induksiya vektoru. Biz bilirik ki, maqnit induksiya vektoru eyni ilə sürət kimi çevrəyə toxunan şəkildə olur. Onda bu da belə olduğu halda M nöqtəsinə maqnit induksiya vektorumuz şaquli yuxarıya doğru gedir. Şaquli yuxarıya doğru gedir də bu da hansı olacaq? 1. Birdəki kimi 13A variantına gedir.
14-dən yüklü qapalı yolda hərəkət zamanı sahənin gördüyü iş sıfırdan fərqlidir. Əgərlərim iş sıfır olardısa, burada hərəkət olmazdı. İndi isə deyir, iş sıfırdan fərqlidir. Yəni, işin sıfır deyil də, qısacası. İş sıfır deyilsə, deməli, burada mütləq hərəkət olacaqdır. Hərəkət varsa, maqnit sahəsini götürə bilərik, burulğanlı sahəni götürə bilərik ki, ona görə baxıram, bax, 14-də sükunət deyir, 12, B variantında, A variantında sükunət deyir. B-də yüklü kondensyon elektrik sahəsi. Burada hərəkət adı haqqında heç bir şey demir. Burulğanlı sahəni biz götürərik. Çünki orada artıq hərəkət olduğunu bildirir. Sonra D-də sükunət, Y-də də sükunət. Ona görə ancaq bura uyğun gələn cavabımız C variantına gedir. 15-də yüklü qapalı yolda hərəkət zamanı sahənin işi sıfırdan fərqlidir. Yenə deyirəm, sahənin işi sıfır deyilsə, yəni sıfırdan fərqlidirsə, o zaman hərəkət olan tərəfi götürəcək. Hərəkət varsa, maqnit sahəsi olacaqdır və 15 gedəcəkdir B variantına. Sonra 16-cı sualımıza baxaq. 16-da bu hansı fiziki kəmiyyətin vahidinə uyğun gələcəkdir? Deməli, buradan yazırıq ki, bilirik ki, 1 voltun açılışı col bölünsün kulondur və digər vahidlərimizi bura yerləşdirirəm. Yəni, saniyə vurulsun metrin kvadratını yazıram. Sonra isə görürəm ki, burada nə var? Kulon var. Kulonun yerinə götürürəm, amper vurulsun saniyəmizi yazaq. Görək nə çıxacaqdır buradan. Amper vurulsun saniyə və saniyələr də buradan ixtisar olunur. Qalır bizim son ifadəmiz. Bax, bu şəkildə. Sonra isə biz nə edirik? Colun da yerinə Newton vurulsun metr yazırıq. Buradan da yazaq. Colun da açılışı Newton vurulsun metrdir. Və deməli, buradakı bu metr ilə də bu metr məxrəcdəki metrin biri gedər. Qalan vəziyyətimiz, son ifadəmiz bizim bu şəkildə qalacaqdır. Bu da bizi nəyə verir? Newton bölünsün amper vurulsun metr. Bu Teslanı verəcək maqnit induksiya vektorunu bax. Newton nədir? Elə gəl buradan yazaq kənardan. Newton fiziki kəmiyyət qüvvəli F-dir. Belə yazılır. Sonra amper I-dir. Metrdəki L-dir. Bu bizə nə verdi? B-ni verdi də. Vəssalam. Çünki F bərabər B-I L deyil. O da olacaqdır mənim Teslanın vahidi. Teslamızın vahidi maqnit induksiyası və 16C variantına gedəcəkdir. 17-ci sualımıza baxaq. Yenə biz buradan fiziki kəmiyyətimizi müəyyən edəcəyik. Deməli, yenə yazırıq buradan. 1 vatın açılışı yazıram yerinə col bölünsün saniyədən ibarətdir. Digər vahidləri köçürdürəm olduğu şəkildə yazıram. Deməli, saniyə buradadır. Məxrəcimiz isə amper vurulsun metrin kvadratıdır. Saniyələr ixtisar olunur. Yerdə qalır col bölünsün amper vur metrin kvadratı. Colun yerinə Newton vurulsun metr yazaram. Məxrəcim isə amper vurulsun metrin kvadratıdır. Və buradan bu metrlə bu metr kvadrat ixtisar olunandan sonra son ifadə bu qalır. Biz dedik ki, bu da nədir? Teslanın açılışıdır. Tesla da nədir? Maqnit induksiyası vektorudur və gedir 17 Y variantına. 18-ci sualımızda cərəyanlı çərçivə şəkil müstəvisinə yerləşir. O nöqtəsində maqnit induksiya vektorunun istiqamətini müəyyən edəcək. Biz baxırıq ki, cərəyanın axın istiqamətini bax bizə bu cür şəkildə veribdir. Deyir ki, bax gör bu O nöqtəsində induksiya vektoru istiqaməti nə cür şəkildə olacaqdır. Ümumiyyətlə biz bilirik ki, bizim baş barmağımız sağ əlimizi götürürük. Baş barmaq cərəyan istiqamətini bildirir. 4 barmağımız isə bizim burada B induksiya vektorumuzu bildirir. İndi bunu dairə belə sanki saat əqrəbin əksi istiqamətində biz onu görürük də. Bunu nə cür edəcək? Bax, götürürük buradan, gəl belə. Birinci bir dənə cərəyanın naqili şnuru belə götürürük. Bu bizim buradakı, bax, bu oxumuz şaquli xətt cərəyan istiqamətini bilir. Bunun həmişə sol tərəfləri nöqtə, digər sağ tərəflər isə x olacaqdır. İndi bunu bura yerləşdir. Bax, mən həmin o qırmızı xətti bura yerləşdirəm. Cərəyanımızın bu xəttini bura yerləşdirəndə buralara görsən nöqtələr düşür. Digər yanımıza x düşür. İndi həmin bu xətti götür belə bu yana doğru əy. Bax, bunu belə əyəndə yenə o zaman bunun bu hissələrinə x-lər düşəcəkdir. İçərisinə nöqtələr gəlib düşəcəkdir. Sonra bunu götür və belə aşağı əy. Bunu belə aşağı əyəndə yenə o zaman nə olacaqdır? Deməli, bax, bunu bu cür bu tərəfə öncə bax belə idik, elə bil belə idik. Bu tərəflərimiz bizim nöqtələr oldu. Bu tərəflər x-lər oldu. Sonra bunu bu tərəfə əydikdə buralar nöqtələr, bu tərəflərimiz də bizim x-lər oldu. Bax, bu cür şəkildə gedirik. İndi mən bunu bu bir tərəfə döndərim.
bu biri tərəfimizə döndərəm, çünki bizə elə verirdi. Və belə olduğu halda da bunu yerləşdirəndə cərəyanımız bu cür şəkildə gedir. Bunun içərisinə gəlib bu tərəflərimizə nöqtələr düşür, bu tərəflərimizə x-dir. Qısacası o mərkəzimizə nə düşür? Nöqtə düşür və 18Y variantına gedəcəkdir. İndi mən çalışdığım qədər bunun şəklini də buradan yerləşdirməyə çalışacağam ki, deməli, bir şnur götürəcəm. Şnurun içərisinə barmağımın, əlimin, ovucumun içinə daxil edəcəm. Dörd barmaqlarımız, əgər barmaqlarımızın uclarıdırsa, ora nöqtə düşəcəkdir. Əlimizin o yoğun hissəsi o tərəfimiz bizim x-imiz olacaqdır. Bunu videoda göstərəcəm. Və 18Y variantına gedir. 19-cu sualımızda da yenə gördüyümüz kimi bu cərəyan bax bu cür şəkildə gedir. Əgər cərəyanımızın axın istiqaməti bax belə saat əqrəbi istiqamətdədirsə, indi biz nə edirik? Sanki bax təsəvvür et ki, sən elə ki, ovucun içinə həmin o qırmızı halqanı belə götürək də, bunu ovucun içinə yerləşdir. Bu belə, bu sənin cərəyanın istiqamətindir. Baş barmağın cərəyanın istiqamətinə gedir. Belə qəbul edə bilər ki, və yaxud da şnuru götür, elə qəbul et ki, baş barmağın istiqamətinə qoy, o cərəyanın istiqamətini bildirir. O zaman biz senin dörd barmaqlarımız baxacaq ki, şəklin qıraq tərəfindən bax belə düşəcəkdir. Həmin o qıraq tərəflərimiz bizim, bax bu barmaqlarımızın ucları nöqtələrdir. Artıq bu hissələrimizin içlərinə isə x-lər gəlib düşmüş olacaqdır. O zaman da elə olduğu halda bu gedəcəkdir 19-da C variantına. Və yaxud da yenə də deyirəm, bax, əgər çətinlik çəkirsənsə, bunu belə də saxla. Bu cərəyanındır sənin. Cərəyanımızı ilə yazırıq. Bizim həmişə bu tərəflərimiz, sol tərəflərimiz nöqtə, digər tərəflərimiz x-lər olacaqdır. İndi görsən cərəyanı belə aşağı düşürdülər. Onda mən bunu belə edirəm. Götürəm, bunu bu yana doğru çəkirəm. Belə, bu hissələr artıq bura gəlir, keçir nöqtələr. Bu hissələr də bura gəlir, düşür x-lər. Sonra bunu bir də aşağıya belə doğru çəkirəm. Belə çəkdik və bunun bu hissələr nöqtələri gəlir, bura düşür. Bu tərəflərimiz x-lər də belə olur. Daha sonra bunu bu tərəfə çəkirik. Belə. Bu da cərəyanımızın istiqamətidir. Yenə bu içəri olan tərəflər x-lər olur. Kənar hissələrimiz nöqtələrdir. Bəs salam, yəni beləliklə bu dövrədir. İstər bunu düzbucaqlı şəkildə versinlər, istər bunu dairə şəklində belə versinlər cərəyanımızın istiqaməti. Daxil, içəri tərəflər, mərkəz tərəf x, kənar tərəflərimizə nöqtələr düşəcəkdir. İndi isə 20-ci sualımıza baxıram. Qüvvə xətləri şəkildə təsvir edilən bir cins maqnit sahəsinin təsirlə sərbəst fırlana bilən maqnit əqrəbi hansı istiqamətdə olacaqdır? B induksiya vektorumuz, bax bu bir cins maqnit induksiya vektorumuzu bizə belə veribdir. Bu belə olduqda həmişə bilməli ki, B induksiya vektoru N-dən çıxır, S-ə doğru gedir. Biz də bilirik ki, əks qütblər bir-birlərini cəzb etmiş olurlar. Ona görə N-in yanında S durar, S-in də yanında N durmuş olacaqdır. Bu da belə. Yəni, B induksiya vektorun bu ucunda həmişə N gəlib durmuş olacaqdır. O da B-nin də uçluğunda N duran paralel şəkildə, yəni əqrəb durur həmişə. Perpendikulyar falan çəpinə xətt yox. Perpendikulyar olmur, ancaq paralel şəkildə durur. B-nin ucunda dedik ki, həmişə N gəlib duracaq və 20-ci sual C variantına gedir. 21-ci sualımızda yenə 21-i yazmaq istəyən 20-yə baxsın. B induksiya vektorumuz bizim harda yerləşirsə, əqrəb də həmin bu oxlarımıza paralel şəkildə gələcəkdir. Bax, yəni belə perpendikulyar, çəpinə, əyri-üyrü, perpendikulyar şəkildə yox. Ya cavab belə A-dır, ya da B-dir. Həmişə də B induksiya vektorumuzun ucunda, bax, bu tərəflə bunun N düşmüş olacaqdır. Bu tərəf N, bura S. Çünki dedik ki, B induksiya xətlərimiz həmişə N-dən S-ə doğru gedir. Bura N-dirsə, bura S olmalıdır ki, əks qütblər bir-birini cəzb edir. Burada N-dirsə, burada S bu cür şəkildə yerləşir və 21 A variantına gedir. 22-ci sualımıza baxaq. Bunu bu tərəfə çevirək. 22-ci sualımızda isə bizə deyir ki, düzxətli cərəyan naqil maqnit sahəsinin A nöqtəsində yerləşən sərbəst dönə bilən maqnit əqrəbinin vəziyyəti hansı halda düzgün təsəvvür olunmuşdur? Biz baxırıq ki, öncə cərəyanımıza, cərəyanı bizə x veribdir. Buradan çəkək cərəyan x-dir. Belə. İkinci sual idi, səhv etmirəmsə, bunun izahını verdim ki, əgərlərim cərəyan x olarsa, o zaman bunun adı bizdən şəkil müstəvisinə doğru olacaqdır. Yəni, bizdən şəkil müstəvisi nə deməkdir? Bunu sağ yivli burğu qaydasına görə tapırıq. Sağ əlimizi götürürük, baş barmağımızı şəkilə perpendikulyar şəkildə yerləşdiririk. Baş barmaq inin istiqamətini bildirir. Əgər şəkildən bizə doğru gedirsə, baş barmaq şəkilə doğru girir. Yox, əgər nöqtə olsaydı, bizdən şəkilə doğru gələrdi barmağımız. Amma indi x veribsə, deməli bizim baş barmaq şəkilə perpendikulyar şəkildə girir.
Bu ərəfədə də dörd barmağımız dinc dayanır. Dörd barmağımız belə bükülür. Dörd barmağımız isə gedir saat əqrəbi istiqamətində. Onda bunu buradan çəkirəm belə və bizim buradan A nöqtəmizi veribdir də. Bu da belə. Onda hərəkət istiqamətimiz bizim saat əqrəbi istiqamətində olur. Bu da saat əqrəbi istiqamətində olduğuna görə o zaman mən bilirəm ki, axı maqnit induksiya vektoru eyni ilə sürət kimi çevrəyə toxunan şəkildə olur. Bu induksiya vektorumuz bizim belə olur. Bu da belə olanda əqrəbimiz də eyni ilə bu şəkildə belə yerləşir. Yəni onda bunun dedi ki, həmişə beynin bu hissəsində bura həmişə en düşür, burada S düşmüş olacaqdır. Yəni beynin ucunda həmişə en yerləşəcəkdir. Bunu belə də saxlayın. Və bu nəyə uyğun gəlir burada? Olur 22-ci sualımız bizim Y variantı. Bax, indi deyirəm, yadda qalsın deyə banan sözünə görə bunu yadda saxlaya bilərsiniz. Banan. Yəni nəyə görə? B-nin həmişə B induksiya vektoru, B-nin də ucunda həmişə eyni əqrəbimiz duracaqdır. Bu sözlə bunu yadda saxlaya bilərsiniz. Mən həmişə bu sözlərlə öz müəllimlərimə və abituriyentlərimə yadda saxlatdırmağa çalışıram. Deməli 22 nə olur? Y variantına gedir. Çünki gördüyümüz kimi en düz aşağı doğru belə getmiş olacaqdır. Buradakı belə bu cür şəkillər də tamamilə yanlışdır. Perpendikulyar həmişə vəziyyətlə götürülür. 23-cü sualımıza indi baxırıq. 23-cü sualımızda verilən sahəmiz bizim cərəyanımız nöqtədir. Buradan çəkirəm ki, cərəyanımız bizim belə nöqtədir, i'mizi qoyduq. Əgər cərəyan nöqtədirsə, ümumiyyətlə biz bunu maqnit induksiya vektoru necə tapacaq? İnduksiya vektorun beyni tapaq ki, sonra da əqrəbimizi müəyyənləşdirə bilək də, yenə bunu sağ əllə tapacaq. Sağ əlimizi götürürük. Baş barmağımız cərəyan istiqamətini bilir. Nöqtə olanda şəkildən bizə doğru barmaq çıxmalıdır. Onda biz barmağımızı qoyuruq şəklin ucuna. Baş barmaq dik mənim özümə doğru perpendikulyar şəkildə gəlib. Bu arada bizim dörd barmağımız dinc dayanır. Dörd barmağımız bükülür və saat əqrəbin əksi istiqamətində gedir. Deməli, o da saat əqrəbimizin əksi istiqamətində gedirsə, bunu buradan çəkirəm. Bax, belə gedir və gəlirəm, çatıram buradakı A nöqtəmizə və dedi ki, B induksiya vektoru eyni ilə sürət kimi çevrəyə toxunan şəkildə olacaqdır. Hər bir vəziyyətdə B induksiya vektoru çevrəyə toxunan şəkildə olur. A nöqtəmizdə B induksiya vektorumuz şaqili yuxarıya doğru qalxır. Bizə dedi ki, bu induksiya vektorumuz nə cür şəkildə olsa, o zaman bizim əqrəbimiz də həmişə bu B ilə bu cür şəkildə gələcəkdir. B-nin də ucunda həmişə en qütbü digər tərəfinə S düşmüş olacaqdır. Yenə də deyirəm, yadda saxlayasaq bunu banan sözünə görə yadda saxlaya bilərsiniz. B-nin ucunda en, banan sözünə görə yadda saxlayın ki, həmişə B-nin ucunda en yerləşmiş olacaqdır. Beləliklə, mən indi tapdığım cavab hansı olur? En yuxarıda, S aşağıda cavab 23-də C variantına gedir. 24-cü sualımıza baxıram. Kütlələri eyni olan 3 maqnit ipdən asılır. İkinci və üçüncü maqnitə şəkildəki kimi maqnitlər yaxınlaşdırıldıqda iplərdə yaranan gərilmə qüvvələri arasında hansı münasibətimiz doğrudur? Bu iplərimizdə yaranan gərilmə qüvvəsidir. Gərilmə qüvvələrin T1, T2, T3 hərflərimizin qeyd ediblər. İndi baxıram, özü dedi eyni kütlədirsə, bu nə deməkdir? Deməli, bunların hamısının, bu maqnitlərimizin hamısının ağırlıqları eyni şəkildə mg şəkildə olacaqdır. Hamısı mglərimizi yazıram. Daha sonra mən baxıram ki, bu birinci maqnitimiz, yəni öz-özünə ipdən asılıbdır. Onu əlavə qıraqdan deyib, bu birlər kimi əlavə bir maqnitlər gətirmədiklərinə görə sadəcə T1 burada bir mg-yə bərabər olur. Bunu buradan yazıram ki, birinci gərilmə qüvvəm yalnız elə mg-nin özündən ibarətdir. İndi ikinci gərilmə qüvvəmizə baxıram. İkinci gərilmə qüvvəmizə baxdıqda mən nə görürəm? Görürəm ki, burada S qütbüdür, burada N qütbüdür. Bilirik ki, əks qütblər bir-birlərini cəzb edirlər. S N-i cəzb edir, N də S-i cəzb edir. Bizim hədəfimiz maqnitdə, ipdə yaranan qüvvədir. Mən ancaq bu bir tərəfimizə doğru baxıram. Onda mən buradan nə görürəm? Mən görürəm ki, bax, bu maqnitimizlə, elə bu maqnitlə bu maqnit bir-birini cəzb elər də, düzdürmü? Onda bunun maqnit qüvvəsi üzü aşağı doğru gedir. MG ilə eyni istiqamət. Bunun maqnitdə üzü yuxarıya doğru gedir. Amma bizim hədəfimiz hansıdır? Bax, bu ipimizdir də. Bunu istərsən ayrıca kənarda çəkim. T2 gərilmə qüvvəm üzü yuxarıdır. MG ağırlıq qüvvəm üzü aşağı, maqnit qüvvəmiz də üzü aşağıya doğrudur. O zaman biz də gərilmə qüvvəsini tapanda sadəcə T2 əksi üzü yuxarıya doğru gedir.
Amma MJ F müqavimətimiz isə eyni istiqamətdə gedir. Bu nə cür tapılır? T2-miz bizim bərabər olur. Eyni istiqamətdə gedilən qüvvələri toplayıram. Yəni MJ ilə maqnit qüvvəmizi toplayıram. Bu da bizim T2 gərilmə qüvvəmizin aqibəti olur. İndi isə üçüncü gərilmə qüvvəsinə baxıram. İndi burada mən görürəm ki, bu S qütbü, bu S qütbü. Əks qütblər bir-birlərini itələyir. Onda bu bunu belə itələdi, bunun maqnit qüvvəsi bu bunu belə itələdi. Bununki də belə itələdi. Bizə lazım olan hansı tərəfimizdir? İpdə yaranan gərilmə qüvvəsi. Ona görə bu yanımıza baxıram. İndi bunu gəl kənardan çəkim. T3 gərilmə qüvvəm üzü yuxarıdır. MJ-miz üzü aşağıdır. Bir də maqnit qüvvəsinə fikir ver. Bunun istiqaməti üzü yuxarıya doğrudur. Onda F maqnitimizi belə çəkdik və nə görəm? T3 ilə F maqnit qüvvəmiz eyni istiqamətdə olduqlarına görə bunları toplayıram. Əks olanımız MJ ağırlıq qüvvəmizdir deyə bunu ona bərabər edirəm. Oradan da T3 gərilmə qüvvəmizi tapanda MJ-dən F müqavimətimizi çıxıram. MJ çıxılır, F müqavimət. Ondan sonra da gəlsən buradakı gərilmə qüvvəsi müəyyən elə. Təbii ki, plus olan hamısından böyükdür, yəni T3 hamısından böyükdür. Minus olan da hamısından kiçikdir. T1 MJ də ortada qalan olacaqdır. Deməli, birinci gərilmə qüvvəmiz ortada qalandır. Minus olan da hamısından kiçikdir. Bir dəqiqəyə. Plus olan T2-dir axı. T2 buradan yazmalıyam, üzr istəyirəm. Bu T2-miz olur. Yəni, bax, plus olan dedik ki, hamısından böyükdür də. Bu ikinci gərilmə qüvvədir. T2 hamısından böyükdür. Ortada qalan T1-imiz MJ-dir. Digəri isə nədir? Minus olan da T3-dür. O hamısından ən kiçik olacaqdır. Belə cavab olur nə? 2 böyük 1 böyük 3. 2 böyük 1 böyük 3. Cavab 24-də B variantına gedir. Baxaq 25-ci sualımıza. Şəkil müstəvisindən perpendikular yönəlmiş cərəyanlı naqil maqnit sahəsinin induksiya xətləri X-i təsvir olunur. Hansı nöqtədə maqnit induksiya vektoru ən kiçik olub yuxarı yönəlmiş olacaqdır? Deyir ki, nətər olsun? Maqnit induksiya vektorumuz ən kiçik olub, amma yuxarı yönəlsin. Hə, yəni deyir ki, elə olsun ki, maqnit induksiya vektorunun istiqaməti yuxarı olsun, amma ən kiçik olsun. Yəni, qısacası, mən B induksiya vektorunun istiqamətini tapmalıyam ki, yuxarı olmalıdır. Amma qiyməti isə ən kiçik olacaqdır. Gəlin görək biz bunu nə cür şəkildə müəyyən edəcək. Deməli, mən görürəm ki, burada bizə verilən cərəyanımız nədir? Nöqtədir. Cərəyanımız əgər bizim nöqtədirsə, dedik ki, B induksiya vektorumuza nə cür şəkildə tapılırdı? Sağ yivli burqu qaydasına görə. Ona görə biz sağ əlimizi götürürük. Cərəyanımız bizim belə nöqtə olarsa, biz bilirik ki, baş barmaq cərəyanın istiqamətini bildirir. 4 bükülmüş barmaq B induksiya vektorunun istiqamətini bildirir. Cərəyan nöqtə olanda baş barmağımız cərəyanın istiqamətini bildirərək şəkildən çıxır, bizim üzümüzə doğru barmaq gəlir. Bu ərəfədə 4 barmağımız bükülür və saat əqrəbin əksi istiqamətinə gedir. Saat əqrəbimizin əksi istiqamətinə doğru gedəndə biz ümumiyyətlə bilirik ki, B induksiya vektoru sürət kimi çevrəyə toxunan şəkildə olur. Birinci nöqtəmizdə B induksiya vektorumuz demək, şaquli aşağıya doğru gedir. 5-də üfüqü sağa doğru gedir. 4-də üzü yuxarıya doğru gedir. Bax, 4-də üzü yuxarıya doğru gedir. 3-də də həmçinin üzü yuxarıya doğru gedir. 2-də isə üfüqü sola doğru gedir. B induksiya vektorlarımızı müəyyən etdik. İndi bizdən hansını soruşdu? Yuxarı yönəlmiş dedi də, yuxarıya doğru getdim. Yəni soruşdu, bax, yuxarı yönəlmiş deyibdir. İndi bizim yuxarı yönəlməmiz 3 və 4 nöqtələrini üst-üstə düşür. 3 və 4-də. Ya 3-ü götürəcəm cavab, ya 4-ü. İndi görək hansını biz götürəcək buradan. Cavab ya 3, ya da 4 olacaq. Bunu bilməmiz üçün B induksiya vektorumuz bərabərdir. F bölünsün I L-dən ibarət idi. B-nin əgər bizdən kiçiyini soruşursa, B-nin kiçiyi olmaq lazımdırsa, o zaman uzunluğumuz daha böyük olacaqdır. Yəni, çünki uzunluqla B induksiya vektorumuz tərs asıdır. Onda uzunluğumuzun daha böyüyü hansıdır? I-dən bu yana doğru 4-dür də, amma 3 burada kiçikdir uzunluq. Ona görə biz 4-ü götürük və 25 B variantına gedir. İndi 26 da bunun qohumlarındandır. 26-nı yazmaq üçün 25-in izahına diqqətlə baxsın. Bizə deyir ki, maqnit induksiya vektoru ən böyük olacaqdır. Maqnit induksiya vektorumuzun ən böyük olmağını deyirsə, deməli, B-nin böyük olmağı üçün dedik ki, F amper bölünəcəkdir I ilə. Yəni, o zaman məsafəmiz bizim daha kiçik olacaqdır. Məsafənin kiçik olmasına görə bir də baxıram hansı istiqamət verir bizə.
həm hansı nöqtədə maqnit induksiya vektoru modulca böyük olub sola yönəlməlidir? Hə, biz tapmalıyıq ki, B induksiya vektorumuzun istiqaməti sola yönəlməlidir və qiyməti də daha böyük olmalıdır. Bunu da yazıram ki, qiyməti də özü deyir ki, həm sola yönəlsin, həm də qiyməti böyük olmuş olsun. Yaxşı. Deməli, biz yenə də deyirik ki, cərəyanımızı bizim burada x veribdir. Cərəyanımız x olarsa, yenə maqnit induksiya vektorunu tapmaq üçün sağ yivli burğu qaydasını əl atacağıq. Sağ əlimizi götürürük. Əgər cərəyanımızın istiqamətini bizə x verirsə, o zaman baş barmağımız cərəyanın istiqamətini bilir və girir şəklin içinə, tam mərkəzə girir. Bu bizim cərəyanın istiqamətini bilir baş barmaq. 4 bükülmüş barmaq isə B induksiya vektorunun istiqamətini bilir. Bura fikir verin. 4 barmaq hansı istiqamətdə gedir? Saat əqrəbi istiqamətində. Ona görə mən çəkirəm ki, bunların istiqaməti saat əqrəbi istiqamətinə gedəcəkdir. Həmçinin də bilirik ki, maqnit induksiya vektoru eyni ilə sürət kimi çevrəyə toxunan şəkildə olur. 2-də görürəm ki, bu sola doğru gedir, 3-də şaquli yuxarı, 1-də isə sağa doğru gedir. Eyni ilə 4-də bunun şəkli, 4 də aşağıya doğru, 5 də sola doğru gedir. Bizdən sola doğru gedəni soruşmuşuz. Sola doğru gedən 2 və bizim 5 nöqtəmizdir. 2 və 5, amma bizə dedi, B induksiya vektorun sənin böyük olsun. Böyük olmağını deyirsə, məsafən kiçik olacaqdır. Məsafəmizin kiçik olmasını bilməmiz üçün, deməli, bunu silin. Buradan qoy daha da səliqəli çəkim. 2 ilə 5 ancaq sola doğru gedir də. Bu və bu. Hə, məsafəmizin kiçik olmaq üçün bu sentrdən götürün. Buradan məsafəmiz bizim bu qədər, 2-yə qədər məsafəmiz də bu qədər. Təbii ki, kiçik olanı götürəcək, çünki B-imizin bizə böyük olmaqları. B isə uzunluqla tərs asıdır. Hə, ona görə biz buradan hansını götürük? O qədər üstün yazdım ki, özüm də tapa bilmədim neçədir. Hə, 5 oldu. Cavab 26-da D variantına gedir. Bu 27-ci sualı qəbullara tez-tez düşüb diqqətli olun və bu sualı özünüzdə işarə edin ki, bunun imtahana düşmə ehtimalı daha yüksəkdir. Bizə deyir ki, cərəyanın istiqaməti şəkildə təsvir olunubdur. Cərəyanın istiqaməti nöqtə görürsən, vəssalam, bilməlisən ki, sən bunu sağ yivli burğu qaydasına görə tapacaqsan. B induksiya vektorun istiqaməti bilmən üçün. İndi yenə biz nə edirik? Bizə deyir 1, 2, 3 maqnitlərində olan qütbləri müəyyən edəcək. İndi yaxşı, gəl hələ birinci maqnit induksiya vektorumuzun istiqamətini müəyyən edək. Biz bunu bilirik ki, sağ yivli burğu qaydasına görə tapırıq. Yenə sağ əlimizi götürürük. Baş barmağımız cərəyanın istiqamətini bildirir. Əgər cərəyanı bizə nöqtə verirsə, buradan gördüyümüz kimi cərəyanımız i-dir də, bunu bizə nöqtə verib. Nöqtə olanda o zaman baş barmağımız bizim cərəyanın istiqamətini bildirir. O şəkildən çıxır, bizim üzümüzə doğru gələcək perpendikulyar şəkildə. Bu arada bizim 4 barmağımız bükülür və saat əqrəbin əksi istiqamətinə gedir. Görürəm ki, bu barmağımız saat əqrəbin əksi istiqamətinə gedir. Bu da saat əqrəbimizin əksi istiqamətinə getdiyinə görə bu nöqtədə B induksiya vektorumu tapırıq. Biz dedik ki, B induksiya vektoru sürət kimi çevrəyə toxunan şəkildə olur. Bir dəqiqə, buradan bu, hə, düzəldək bunu. Deməli, B induksiya vektorumuz belə getdim. Burada bu cür şəkildə, burada da belə gedəcəkdir. İndi belə olduğu halda biz başlayırıq bunların maqnitlərini yerləşdirməyə. Hamısında oxumuzun ucuna B yazırıq. Oxların da uclarında həmişə B olanda ox tərəfimizə B-dirsə, bura N qütbü düşür, bura S düşəcək. Bura N-dirsə, bura S düşür. N, S düşəcəkdir. Dedim, bunu yadda saxlayasınız. Banan sözünə görə yadda saxlayın ki, B-dan sonra N, banan sözünə yadda saxlayın bunu. Bax, burada B, burada N, B, N bu cür şəklə düşür. İndi bizdən nə soruşdu? İkincini soruşdu. Yazıram. Hamısına 1, 2, 3-ü baxacağım. 1, 2, 3. İkinciyə nə düşüb? N qütbü düşüb. Bunu bura yazdım. Sonra birinciyə nə düşüb? S qütbü düşüb. Birinciyə S yazdıq. Üçüncüyə nə düşüb? S düşübdür. Belə yazdıq. Söz cavablar budur. 1S, 2N və 3S. SNS. SNS və cavab 27-də D variantına gedir. 28-ci sualımız. Yerə nəzərən sükunətdə olan müsbət yüklü bir kürəciyi ilə sərbəst düşən müsbət yüklü iki kürəciyi Venn diaqramda uyğunluqlarını müəyyən edəcək. Öncə baxıram, hər ikisində yüklər var, müsbət yüklü. Hər ikisində əgərlərim yüklərimiz varsa, burada elektrik sahəsi yaranacaqdır. Deməli, birinci və ikinci bizə verilən buradakı yüklər müsbət yüklü olduqlarına görə burada elektrik sahəsi yaranır və onun üçün də bu
birinci şərt hamısının ortaqlarına gedir. Sonra mən görürəm ki, birinci yükümüzdə sürəti sıfırdır, yəni hərəkət yoxdur. Hərəkət yoxdursa bu sükunət hal deməkdir. Sükunətdir. Amma ikincidə isə görürəm sürətimiz üzü aşağıdır. Deməli burada hərəkət var. Əgərlərim hərəkət varsa, o zaman bura maqnit sahəsi deyəcək. Deməli ikinci kürəciyimiz maqnit sahəsinə uyğun gələcəkdir. Amma yük varsa, yükün hərəkəti, yəni yoxdursa, sükunət halıdırsa, biz buna elektrostatik sahə deyə bilərik. Elektrostatik sahə yazıram bura. İndi isə oxuyaq şərtlərimizi. Deməli deyir ki, ətrafında maqnit sahəsi yaradır. Hərəkət olan yerdə maqnit sahəsi yaranır. Ona görə ikinci şərt maqnit sahəsinə uyğun gələcəkdir. Ətrafında yaratdığı sahə burulğanlıdır. Bax, nə deməkdir? Bu o deməkdir ki, burulğanlı odur ki, qapalı xətlərdir. Bunun başlanğıcı ilə sonu yoxdur. Sanki bir yerdə bağlı şəkildə qalıblar. Bura N qütbü çəkirəm, bura S qütbüdür. Biz bilirik ki, qüvvə xətləri nə edir? N qütbündən çıxırlar, S qütbünə daxil olar. Yəni bu bunun daxilində qapalı xətlərdir. Buna burulğanlı sahə deyilir. N-dən çıxırlar və S-ə daxil olurlar. Bu burulğanlıdır. Amma burulğanlı olmayanlar, indi deyəcəm o hansıdır. Deməli, bu şərtimiz bizim ətrafına yaratdığı sahə burulğanlıdır. Gedir maqnit sahəsinə. Amma ki, bu birisində deyir ki, bizə bu nədir? Yaratdığı sahə burulğanlı deyil. Bu elektrostatik sahədir. Biz deyirdik ki, elektrostatik sahədə qüvvə xətlərimiz nə cür idi? Müsbət yükdən çıxırlar, harasa gedirlər. Yəni yeri naməlumdur, sonsuzluğa doğru gedirlər. Mənfi yük olanda isə sonsuzluqdan mənfi yükę daxil olar. Sanki bu yüklər azaddırlar. Bunların harasa gəlib getdiyi yerləri biz bilmirik. Yəni qapalı deyirlər, başlanğıcı və sonu yoxdur da bunların. Biz onu bilmirik, hara gedər bunlar. Yəni qapalı xətlər deyirlər bunlar. Burulğanlı deyil, belə götürə bilərik. Və bu gedəcəkdir elektrostatik sahəmizə, bu dördüncü şərt. Deməli nə olur? 1-ə 4 getdi, 2-yə 2, 3 getdi, 1 isə bunların ortaqlarıdır. Belə buna uyğun gələn cavab hansıdır? 4, 2, 3, 1 getdi cavab A variantına. Baxaq 29-cu sualımıza. Euler-Rin diaqramı müəyyən edəcək elektrostatik sahə və maqnit sahəsi. Biz dedik ki, bunların hamısında yüklər, elektrik yükləri tərəfindən mövcud olur ki, və həmin bu ikisinin də ortaqlarına bu gedəcək. Elektrik yükləri tərəfindən yaradılır. Bu belə. Sonra ikinci şərtə baxıram. Cərəyanın naqilin ətrafında mövcuddur. Əgər naqildən şunurdan danışılırsa, bu maqnit sahəsi. İkinci şərt maqnit sahəsinə uyğun gəlir. Üçdə isə qapalı qüvvə xətlərinə malikdir. Qapalı qüvvə xətləri odur ki, yəni bu bağlıdır, azad deyil. Bu elə N-dən çıxacaq, S-ə daxil olacaqdır. N-dən çıxır, S-ə daxil olur. Bax belə, qapalıdırlar. Ona görə bu maqnit sahəsinə uyğun gəlir üçüncü şərtimiz. Amma digərində isə deyir ki, qüvvə xətləri qapalı deyil. Qapalı deyil odur ki, sanki bunlar azaddırlar. Elektrostatik sahədə qüvvə xətləri dedik müsbətdən çıxırlar, sonsuzluğa gedirlər. Yəni bu qapalı deyil, sərbəstdirlər, sanki azaddırlar. Mənfi yüklərimiz olduqda isə sonsuzluqdan mənfi yükə daxil olurlar. Deməli, bu dördüncü şərtimiz bizim elektrostatik sahəmizə uyğun gəldi. Cavablar birinci 4, 2, 3 və 1-dən ibarətdir. 4, 2, 3, 1. Elə bir cavab varmı burada? Hə, cavab 29-da C variantına uyğun gəlir. 30-da. Düz maqnit 3 bərabər hissəyə bölünərsə, orta hissəsinin 1 və 2 uclarında hansı qütblər yaranacaq? Bax, bunu belə götürüb, bu bizim maqnitimizdir. Ortasından bir kənarı N qütbü, digər kənarı S qütbüdür. Mən bu maqniti nə qədər hissələr bölürəmsə bölüm fərq etməz. Lap 3 yerə, 5 yerə, 10 yerə. Hər birinin kənarında N qütbü, S qütbü, N qütbü, S qütbü. Yəni hər tərəfində N-lə S olacaq. Bir tərəfində N, bir tərəfinə S qoya bilmərəm. Məsəl üçün, bura deyək N-dir, bura deyək S-dir. Elə ola bilməz. N-S qütbü hamısında yerləşmiş olacaqdır. Və bizə də nə deyir? Deyir, birinci qütbə nə düşür? Birinci qütbə N düşür, ikinciyə də S düşdü. Birinci N, ikinci S, NS. Və cavab 30-da D variantına gedir. 31. Eyni cərəyanın naqillərinin kəsikləri göstərilmişdir. A nöqtəsində yekun maqnit sahəsinin induksiya vektorunun istiqaməti müəyyən edəcəm. Mən indi bilmirəm, bax bu bizim A nöqtəmizdə. B induksiya vektorumuz deyir, yekunu beləmi gedir, beləmi, nəsə qısacası biz bunu tapmalıyıq. Birinci gəl hansı tərəfdən başlayaq. Cərəyanımızın X olma istiqamətindən baxaq. Belə olduğu halda biz bunu nə cür şəkildə tapırdıq?
Bax, götürürük kənardan. Kənardan götürəm x xəttimizi. Bu bizim cərəyanımızdır. Bax, bura görsənmə cərəyan qoyubdur. Cərəyanımız əgərlərim x olarsa, bunun adına biz nə deyəcək? Bizdən şəkil müstəvisinə doğru. Onun görə B induksiya vektoru istiqamətini tapmaq üçün sağ əl qaydasına istifadə edəcək. Sağ yevli burğu qaydası. Sağ əlimizi götürürük. Baş barmağımız i-nin, yəni cərəyanın istiqamətini bildirir. Dörd barmaq B induksiya vektorunun istiqamətini bildirir. Deməli, şəkildən bizə doğru da x olduqda götürsən baş barmağını şəklə daxil edirsən, x-in ortasına yerləşdir. Perpendikulyar şəkildə. O zaman dörd barmağın istiqamətinə fikir ver. Hara doğru gedir? Dörd barmağın istiqaməti saat əqrəb istiqamətinə gedir və o zaman elə olduğu halda götürürəm bu deyilənimizi buradan icra edirəm. Bir dənə buradan dairəmizi çəkək. Bu olsun bizim dairəmiz. Dairəmiz nəsə bizim belə əyri şəkildə gəlir. Qoy buradan düzgün bir dənə dairəmizi çəkək, yerləşdirək. Hə, bu oldu bizim dairəmiz və bunu buradan bircə dəqiqə yerləşdirək ki, istiqamətimiz oldu bizim nə cür? Saat əqrəbi istiqamətinə. Bu saat əqrəbi istiqamətinə belə gəlir. Hər yandan da bilirik ki, B induksiya vektorlarımız sürət kimi çevrə toxunanda mənə ancaq A nöqtəsi maraqlıdır. A nöqtəsinə gəlib çatanda B induksiya vektorumuz üzü yuxarıya doğru gedir. Bunu müəyyən etdik, x-imizi keçdik indi nöqtəmizə. Nöqtə də deyirsə, buradan belə nöqtə qoydum. Nöqtə qoyduğumuz vəziyyətimizə görə nə edirik onda? Bunun adı şəkildən bizə doğru. Deməli, baş barmağım şəkildən çıxacaq perpendikulyar şəkildə və mənə doğru gələcək. Axı biz dedik, biz bunu sağ əllə baxırıq. Baş barmaq cərəyan istiqamət şəkildən çıxır mənə doğru. Bu arada bizim dörd barmağımıza dinc dayanmır. O, saat əqrəbin əksi istiqamətinə gedir istiqaməti. O da elə olduğu halda, o zaman mən götürürəm bu halqamızı, buradan çəkirəm, yerləşdirirəm bura. Bu halqamızı belə yerləşdirdikmi? Hərəkət nə oldu dedik? Saat əqrəbin əksi istiqamətində. Bu saat əqrəbin əksi istiqamətə gəlirsə, gəlib bunu başqa rəqmlə çəkək, görək. Saat əqrəbin əksinə gedəndə A nöqtəsində ümumiyyətlə dedik B nöqtəsi vektoru nə edir? Sürət kimi çevrəyə toxunan olur. Deməli, biz onda gördük ki, həm sahəmizin nöqtə oldu, cərəyanın nöqtə olmağına görə, həm də cərəyanın x olduğuna görə hamısında B induksiya vektorumuz üzü yuxarıya doğru gedir. Deməli, bunun yekunu üzü yuxarıya doğru olaraq 31 B variantına gedəcəkdir. Baxaq indi 32-ci sualımıza. Bu yanlarımızı buradan silək. 32-ci sualımızda isə burada 31B variantıdır. Bax, buyda çaşıb 32-də B-ni işarəmişim. Hə, amma yəni yenə də elə təsadüfən üst-üstə düşdü. İndi 32-ci sualımıza baxın. Naqildən axan dairəvi cərəyanın yaratdığı maqnit sahəsinin induksiya vektoru halqanın mərkəzində hansı istiqamətdədir? Birinci bura bax. Biz bilirik ki, cərəyan həmişə müsbətdən axır. Deməli, cərəyan müsbətdən yola çıxır, mənfiyə doğru gedir. Bunun uzun xətti müsbət, qısa xətti də mənfidir. Özü işarəni veribdir. Hə, veribdir burada. Yaxşı. Deməli, cərəyan müsbətdən yola çıxır. Cərəyan istiqamətinə fikir ver, nə cür şəkildə gedir? Bu, gedir, bax, bu cür şəkildə də belə gedir. İndi sən neyini? Sən əlini sal o halqanın içinə. Sanki halqa sənin əlin üçün, amma sağ əlini təbii ki, götürəsən də, oxların istiqaməti sənin baş barmağını bildirir. Bax, bu oxlar baş barmaq, yəni cərəyan istiqamətini bildirir. Bu arada sənin dörd barmağın, sanki bu halqanın içindən bax, belə çıxır dörd barmağın. Həmin o dörd barmağın sənin nöqtələrindir. B nöqtə vektorun nöqtələridir. Belə-belə əlini fırlatdıqca buradan görəcəksən ki, dörd barmağın ancaq bu halqanın içindədir. Həmin bu hissələr nöqtələrdir, kənar hissələri isə biləyi olan tərəflərdə. Bunlar da x-lərdir. Bizdən isə nəyi soruşur? Mərkəzi soruşur. Mərkəzə nə gəlir düşür? Nöqtələr düşür. Nöqtə olduqda B induksiya vektorunun adı nədir? Ümumiyyətlə, nöqtələrin adı nədir? Şəkildən bizə doğru. Baxaq görək buna uyğun cavab hansıdır? Şəkil müstəvisindən perpendikulyar olaraq bizə doğru. Şəkil müstəvisindən perpendikulyar bizdən şəkil müstəvisinə doğru. Yox, bizdən şəklimiz yox, şəkildən bizə doğru. Şəkildən bizə doğru. Yəni, bax, buradakı cavabımız bizim gəlib olacaqdır. Y variantı şəkil müstəvisindən bizə doğru. Bu sözə diqqət etmək lazımdır və 32 Y variantına gedir. İndi isə 33-cü sualımıza baxaq. Hansı ifadələrimiz doğrudur? Cərəyanı düz naqil bir vəziyyətdən iki vəziyyətinə gətirəndə A nöqtəsinə nə baş verəcək? Deməli, biz onda iki cərəyan verir. Buradan çəkib baxaq. Hə, mən buradan əlavə olaraq bu şəklimizi buradan tamamilə eynisini buradan götürüb köçürtmüşəm. Belə.
Deməli, bizim bir cərəyanımızın istiqamətini belə verib, digər cərəyanımızın istiqamətini belə verib. Bunu yaxşı olar ki, neynirəm? Mən bunları götürürəm, ayrı-ayrıqda nəzər yetirəcəm belə və burdan ikincini silirəm. Bax, burdan ikincimizi silirəm. Burdan da birincimizi silirəm ki, bunlara ayrı-ayrıqda biz baxacağıq ki, görək bunu nə cür şəkildə biz icra edə bilərik. Bir dəqiqə bunu belə tam şəkildə burdan silək. Aha, bu belə. İndi bu birisini də bu cür şəkildə saxladıq. Belə. Gəlin indi davam edək. Bax, birinci vəziyyətimizə baxıram ki, cərəyan üfüqü sağa doğru gedir. O zaman A nöqtəmizə görə biz baxaq ki, bu nə cür dəyişir. Yenə götür sağ əlini. Sanki bu şunurdur. Bax, bu qırmızı rəng sanki şunurdur. Bu şunurumuz da bildirir ki, nəyi bildirir? Cərəyanın istiqamətini bildirir ki, onu sağ əlimizi götürəcək. Baş barmaq sanki cərəyanın istiqamətidir. Belə olduğu halda bu arada mən görəcəm ki, bizim 4 barmağımız bu yandan çıxacaqdır və bu tərəfdən çıxır. 4 barmaqlar buradan çıxırsa, bunun adı nöqtədir. Belə olan tərəflərsə artıq x-lərdir və biz bunu müəyyən etdik ki, deməli, bizim bu A nöqtəmizdə olan tərəf nədir? Ancaq nöqtədir. Bizim hədəfimiz ancaq A nöqtəsinə baş verən gedişatdır. Biz ona baxırıq. Və indi isə keçdik biz ikinci vəziyyətimizə. İkinci vəziyyətimiz isə bizim bax bu cür şəkildədir. Cərəyanımızı bizə belə veribdir. Bu cərəyanımızın axını üzü yuxarıya doğrudur. Yenə götürürəm qələmi. Sanki o şunurumuzdur da. Baş barmaq cərəyanın istiqamətini bildirir. Bu arada bizim 4 barmağımız bax belə bu cür şəkildə çıxır. 4 barmaqlarımızın çıxan tərəfləri nöqtələrdir və biləyimiz olan tərəflərdə bunlarda gəlib x-lər olmuş olacaqdır. Ona görə biz buna nə deyəcəyik? Əvvəlcə sənin A nöqtəndə olan sahə nələr idi? Hamısı nöqtələr idi. Nöqtələr. İndi isə ikinci vəziyyətinə görə A nöqtəndə olan nədirsə, buradakı x-lərdir. A vəziyyətinə görə x-lər olacaqdır. Hə, bax belə olduğu halda biz ona deyəcəyik ki, maqnit induksiya vektoru əvvəlki istiqamətin tam əksinə doğru yönəlibdir. Axı əvvəlki nöqtə indeksi deməli tam əvvəlki istiqamətin əksinə doğru yönəlib. Biz bu cavabımızı götürəcəyik. Bir də baxaq ki, indi buradan bizə şərtlərdə verir ki, maqnit induksiya vektorunun qiyməti azalar, artar, dəyişməz. Bunun azalar, artar, dəyişməsi bunun məsafəsinə görə ölçüləcəkdir. İndi baxaq, bunun məsafəsinə görə nə cür müəyyən edəcək? Gəl, buradakı daha nöqtələrimizin işimiz bitdiyinə görə buradan bu nöqtələrimizi silək. Belə, buralardan biraz təmiz işimizi aparaq. Aha, hə, indi davam edəcək. Belə, buranı da buradan silək, ancaq A vəziyyətimizi saxlayaq. Aha. Deməli, indi davam edirəm. B induksiya vektorumuzun artıb azalan tərəfini taparamsa, B bərabərdir F bölünsün i-eldən ibarət. Əgər B-nin böyük olmağını istəyirsənsə, o zaman uzunluqla bu gördüyümüz kimi tərs asıdır. B-nin böyük olmağı üçün uzunluğumuz bizim kiçilməlidir. Birinci vəziyyətimizdə A nöqtəmdən bu cərəyana qədər olan məsafəmiz nə qədərdir? 1 damadır. Yəni 1 el kimi qəbul edə bilərik bunu. Amma bu nöqtəmizə görəsə, buradan bu cərəyanımıza qədər isə gördüyün kimi 2 damadır. Burası 2 el yazıq. Deməli 1 el, 2 el. Təbii ki, B-nin böyük olmağı üçün məsafə kiçik olacaqdır. Məsafəmiz öncə balaca idi, sonrası artdı. Yəni hardakı B-nin böyük olmağını istəyirsənsə, məsafən kiçik olacaq. Amma bizim məsafəmiz artdı. Onda belə götürük biz bunu. Məsafəmiz bizim artdığına görə deməli, B induksiya vektorumuz azaldı. Biz həmişə nəyinsə dəyişimini tapmaq istəyiriksə, onun birinci halına yox, sonuncu halına, yəni ikinci halına baxmalıyıq. İkinci halımıza da baxırıq ki, məsafəm artdı, deməli, B induksiya vektorumuz azalacaq. B induksiya vektorumuz azalır, yəni qiymət azalır. Demək, buradan dördüncü şərtimizi götürürük. Bir də bayaqlarım demişdik ki, maqnit induksiya vektorun əvvəlki istiqamətin əksinə doğru yönəlib. Buna uyğun da gələn cavab əvvəlki istiqamətin əksinə doğru yönəlib və getdi cavab 2-yə. Cavablar nə olur? 2 və 4 olub deyəsən. Belə. İndi isə baxaq buradan 34-cü sualımıza. Kvadrat formasında birləşdirilmiş naqillər sabit cərəyan mənbəyinə qoşularaq bir cism maqnit sahəsinə yerləşdirilir. AB naqilinə təsir edən amper qüvvəsinin istiqaməti şəkil müstəvisinə yuxarıya doğru yönəlib. Bax, bizə AB hissədə veribdir ki, amper qüvvəsinin istiqaməti üzü yuxarıya doğrudur. Bunun bu hissəsini qeyd elədik. Daha sonra isə digər naqillərə təsir edən amper qüvvəsinin və maqnit sahəsinin istiqamətini müəyyən edək. Gəlin davam edək yazmağa.
Biz bilirik ki, cərəyan həmişə müsbətdən yola çıxır, mənfiyə doğru gedir. Yəni, bax, öncə cərəyanımız belə üzü aşağıya doğru gedir şaquli, D-dən C-yə doğru getdikcə üfüqü sola doğru, C-dən B-yə doğru getdikcə şaquli yuxarı, bu hissədə belə gedir və nəhayət bu hissəni tamamlamış olur. İndi biz nə cür bunu biləcəyik? Bax, gəl belə götürək. Bir dənə cərəyanı naqil götürün və yazıram bura cərəyan. Biz bilirik ki, bu cərəyanın həmişə, bax, bu B induksiya vektoru, bura nöqtə, bu tərəfləri də bunun x şəklində olacaqdır. Bunu biz nə cür şəklə tapacaq? Bax, əlimizi götürürük, sağ əlimizi götürürük. Baş barmağımız cərəyan istiqamətini bilir. Elə bil ki, təsəvvür edin ki, ovucunuzun içinə bir dənə şunuru yerləşdiribsən. Şunurumuzu yerləşdirik. Dörd barmaqlar çıxan bizdə B induksiya vektoru nöqtə olduğunu bildirir. Bilək olan tərəf isə x-i bildirmiş olacaqdır. İndi buna əsasən gəl belə eləyək. Bax, öncə biz bu hissəmizə baxaq. Cərəyan üzü aşağı doğru gedir, düzdürmü? Deməli, mən sağ əlimi götürürəm. Baş barmağımı cərəyan istiqaməti üzü aşağıya doğru bu dəfə verib. Belə olduğu halda bizim bax buradan dörd barmaqlarımız bu tərəfdən çıxır. Yəni B induksiya vektorumuz buraları nöqtədir. Bilək olan tərəf bura gəlib x düşmüş olacaqdır. Buranı tapdığımıza görə bu hissəni silirəm. Və indi isə keçid edirəm bax bu biri tərəfimizə. İndi görürük ki, cərəyanımız bizim bu tərəfə sola doğru gedir də belə. Bu cür şəkildə getdiyinə əsasən o zaman biz nə edirik? Yenə sağ əlimizi götürürük. Baş barmaq cərəyan istiqamətindədir. Bilək olan tərəfimiz x içəridədir, daxildədir və barmaqlarımızın bu çıxış tərəfləri isə buralar dörd barmağımız o hissədə nöqtə olacaqdır. Yəni bu tərəflərə nöqtələr düşdü. Belə. Sonra bu biri tərəfimizə baxıram. Bax, B-dən C-yə doğru gedilən tərəfimizə. Yenə sağ əlini götürürsən, baş barmaq cərəyan istiqamətini bildirir. Gördüyümüz kimi bu bilək olan tərəfimiz bura x gəlib düşəcəkdir və dörd barmağımız düşən tərəf buralarda nöqtə olacaqdır. Bu hissəmizi də belə nöqtə şəklində yerləşdirirəm. Aha, daha sonra bura keçirik. Bax, bu B tərəfimiz olsa, orada amperin istiqamətini verib yenə də baxırıq. Yenə bizim bu hissələrimiz dörd barmağımız çöldədir. Dörd barmağın uçduqları nöqtələrdir və bilək bu tərəflərimiz də bizim x-lər olacaqdır. Beləliklə biz nə görürük? Buradakı bu mərkəzdəki olan vəziyyətimiz bizim nədir? Gördüyümüz kimi x-dir. X-in adına biz nə deyirik? X-in adına deyirik ki, deməli, bizdən şəkil müstəvisinə doğru. Bax belə, bizdən şəkil müstəvisinə doğru. Bu x-in adıdır. X olduqda maqnit sahəmiz bizdən şəkil müstəvisinə doğru nöqtə olsaydı, şəkildən bizə doğru olacaqdır. Deməli, buradan biri götürürəm. Sonra indi amper qüvvələrimizi müəyyən edirik. Deməli, mən bunun hamısını bu tərəfini silirəm. Ancaq bizim mərkəzimiz nədir? Biz mərkəzə bu baxırıq. Sahəmiz bizim x-dir. Sahəmiz əgərlərim x olacaqsa və biz amper qüvvəmizi tapacaqsa, o zaman bunu nə cür şəkildə icra edəcək? Deməli, sahəni tapıramsa, amper qüvvəmiz daha doğrusu tapıramsa, amper qüvvə, yəni bütün kişi adları amper qüvvə olsun, Lorentz qüvvəsi olsun, bunlar hamısı sol əl qaydasına görə tapılır. Yəni alim adları, qısacası kişi adları, hamısı bunlar sol əl qaydasına görə təyin olunur. İndi sol əlimizi götürürük. Sol əlimizi götürürük. Bax, bizim baş barmağımız amper qüvvəsinin istiqamətini bilir. Buradan çəkirəm. Baş barmaq amper qüvvəsinin istiqaməti, dörd barmağımız isə F amper yazaq. Dörd barmağımız isə cərəyan şiddətimizin istiqamətin sol əl qaydasını bildirəcəkdir. Öncə sahəmizə baxıram. Bu verilən sahəmiz bizim gördüyümüz kimi x-dir. X olanda biz əlimizi nə cür şəklə tuturuq? Əlimizin üstü şəklə yerləşəcək, ovucumuzun içini biz görəcəyik və baş o zaman dörd barmaq iynin istiqamətini, yəni cərəyanı bildirir. Baş barmaq amper qüvvəsinin istiqamətini bildirir. İndi buradan bax, CD, DC olan tərəfimizə biz baxırıq. Bu vəziyyətimizdə cərəyan nə cür gedirdi? Belə gəlir də, cərəyanın gedişi bax bu cür şəklədir. Cərəyan belə getdisə, o zaman bizim dörd barmağımız bu tərəfimizə düşür və amper qüvvəmiz üzü aşağıya doğru gedəcəkdir. Belə, buradan tapırıq ki, amper qüvvəmiz üzü aşağıya doğrudur. Buranı silirəm, keçid edirəm bu bir tərəfimizə, bu aralığımıza. Cərəyan üzü yuxarıya doğru axırda. Dedik, cərəyanın axı bu cür şəkildədir, belə gedir də. İndi cərəyan üzü yuxarıya doğrudur. Yenə x olduğu üçün sahə əlimin üstü şəkildə olur. Ovucumuzun için biz görürük. Dörd barmağımız cərəyan istiqamətini bilir. Baş barmaq amper qüvvəsinin istiqamətini bildirdiyinə görə burada amper qüvvəmiz sola doğru gedir. İndi buraları silirəm.
Və nəhayət yuxarı tərəf onsuz da özü bizə verib. Cərəyanımız belə axırsa, 4 barmağımız cərəyanın istiqamətində amper qüvvəmiz üzü yuxarıya doğrudur. Onsuz da onu özü şərtdə vermişdir. Bax, bunları bildiyimizə görə indi cavablarımızı biz müəyyən edə bilərik. Deməli, bu aralığımızda amper qüvvə hara doğrudur? Aşağıya doğru gedib. İndi baxaq. Bu hissədə amper qüvvəmiz aşağıya doğru gedib, o zaman altını götürəcəm. Sonra bu bir vəziyyətimizə baxıram. CB vəziyyətimizdə amper qüvvəmiz görür ki, buradan sola doğru yönəlibdir. BC tərəf və CB-də sola doğru yönəlib. O zaman buradan da dördüncü şərtimizi götürürük. Nələr olur? 1, 4, 6 doğru cavablar olaraq ki, bu hansı varianta gedir? Gedir cavab buradan B variantına. İndi 35-ci sualımıza baxaq. 35-ci sualımızda bir cins maqnit sahəsinin induksiya xətlərinə perpendikulyar istiqamətdə yerləşdirilmiş cərəyanlı naqil göstərilmişdir. Cərəyanlı naqilin aktiv hissəsində maqnit sahəsinin qalması şərti ilə hansı hallarda cərəyanlı naqilə təsir edən amper qüvvəsinin qiyməti dəyişməz? Bax, mənə deyir ki, sən amper qüvvənin qiyməti dəyişməsin. Misal üçün, amper qüvvəmizin qiyməti deyək ki, 50 Newtondur da. Yəni, bax, bu qiymət dəyişməsin. Orada bizə istiqamət sözünün adı keçmədi. Ancaq qiymət dəyişimi dedi. İndi nə edirik? Gəl, bax, birinci vəziyyətimizə görə baxaq. İğni bizə belə verib. Biz bilirik ki, cərəyan şiddətimiz 4 barmağımızı bildirir və söhbət burada amper qüvvəsindən gedərsə, bax dediyim kimi, kişi adlarından söhbət gedərsə, bu sol ələ görə təyin olunacaq. Sol əl qoy, buradakı 50 Newtonu silək, bu bizi çaşdırmasın. Sol əl qaydasına görə biz buna baxmış olacaq. Sol əl qaydası da nə cür idi? Dedik ki, 4 barmağımız cərəyanın istiqamətini bildirir, baş barmağımız da amper qüvvəsinin istiqamətini bildirəcəkdir. Ümumiyyətlə, İstər amper qüvvəsi olsun, istər Lorentz qüvvəsi olsun da bütün kişi adları hamısı baş barmağa bildirir. Yəni alim adları baş barmağa bildirir. Belə, indi bizdən amper qüvvəsini soruşduğuna görə bu hissəyə baxıram. Sahəmizə baxıram ki, x-dir. Əgər sahə x olarsa, o zaman əlimizi nə cür şəklə tuturuq? Əlimizin üstü şəklə yerləşəcək, ovucumuzun içini biz görəcək və indisə buradan əlimizi yerləşdiririk. Əlimizi biz bura yerləşdirəndə cərəyanımızın istiqaməti 4 barmağımız cərəyanın istiqamətini bilir. Baş barmağımız da amper qüvvəsinin istiqamətini bildirir və amper qüvvəmiz bizim burada sola doğru yönəlmiş olacaqdır. Bu verilən şərt əsasən və cərəyan şiddətimizi üzü yuxarıya doğru da belə olsa gedir. İndi bu bilgiyə əsasən keçdikdə indi variantları oxuyaq da bu buradan düzəldək ki, bu şərtimizdə bizim amper qüvvəmiz hara getdi? Sola doğru getdi. İndi oxuyaq, deyir ki, bizə buradan saat əqrəbinin fırlanma istiqamətində 90 dərəcə çevir. Saat əqrəbimiz bu cür istiqamətdədir də, deyir bunu belə 90 dərəcə çevir. Elə bil ki, bizim bu şnurumuz belə idi. Öncə bax, buranı rəngləyim, yaşlı rəngləsin. Öncə belə idi. İndi bunu 90 dərəcə bu yana doğru döndər. Bax, bunu bura doğru döndərdik. Yəni bizim o zaman cərəyan şiddətimiz bura doğru axmağa başladı, üfüqü sağa doğru. Yenə sahə eyni sahədir. Yenə eyni həmin şəkildə 4 barmaq cərəyanın istiqamətini bildirir. Baş barmaq amper qüvvəmizin istiqamətini və əlimizdə dediyimiz kimi üstün şəklə yerləşdirir. Ovucun için görür. 4 barmaq cərəyanın istiqamətində amper qüvvəmiz üzü yuxarıya doğru çıxdı. Bax, bizim burada istiqamətimiz dəyişir. Həmin şnurdur. Həmin sahədir. Amper qüvvəmizin düsturu BI-L-dən ibarət olduğuna görə eyni sahədə qalmışıq, eyni cərəyan şiddəti, eyni uzunluq olduğuna görə amper qüvvəmizin qiyməti dəyişmir, istiqaməti dəyişir. O mənə dedi ki, qiymət dəyişməsin. Ona görə bu birinci şərtimi mən götürə bilərəm. Sonra baxaq buradan digər şərtimizə. Deyir ki, saat əqrəbinin fırlanma istiqamətini əksinə doğru 90 dərəcə çevir. Bax, saat əqrəbimiz bura doğru yönəlir. İndi bu deyir əksinə doğru elə fırlatdır. Yəni, əksinə doğru bunu belə eləyəcək də və bu cür şəkildə. Belə elədik, olsun 90 dərəcə amma deyir elə də. Aha. Öncə bizim şnurumuz, yəni cərəyanımız durub burada. İndi bunu mən 90 dərəcə bu yana doğru döndərdim. Cərəyanımızdır. İndi belə axır. Gəl bunu da yerləşdirək. Cərəyan şiddətimiz bizim bu yana doğru gedir. Amper qüvvəmiz aşağıdan yazım. Belə, hə. İndi cərəyan şiddətimizin axını üfüqü sola doğrudur. Yenə həmin şəkildə biz götürəcək. Buradan yenə 4 barmağımız eynin istiqamətində yerləşdiririk. Əlimizin üstü şəkildə olur. Baş barmağımız amper yuxarıya doğru gedir. Sadəcə burada heç bir şey olmur. Sadəcə amper qüvvəminin istiqaməti dəyişir. Qiyməti olduğu şəkildə qalır. Deməli, onda mən buradan ikinci şərtimi də götürə bilərəm. 3-də isə deyir bizə, bizdən şəkil müstəvisinin istiqamətdə 90 dərəcə çevirdikdə.
Bax, bu bilirsiniz nə deməkdir? Bunu 90 dərəcə çevir deyirsəm. Bax, bizim elə bil ki, cərəyan şiddətimizdən B induksiya vektorumuz bunlar paralel şəkildə gəlir düşür. Amper qüvvəmiz nə düstur? O BIL sinus alfa olduğuna görə paralel şəkildə bucağımız bizim sinus alfamız 0 dərəcə olur. Sinus alfamız da bizim 0 dərəcə olduğuna görə amper qüvvəmiz o zaman BIL-i götür 0-a vur, hər şey 0 olur. Deməli, amper qüvvəmizin qiyməti artıq 0 olur. Ona görə bu üçüncü şərti biz götürə bilmərik. Bunu belə. Digər yandan da 4-də də deyir ki, şəkil müstəvisinə bizə doğru istiqamətdə. Yenə fərq etmir. Yenə də bu şəkil vəziyyətimə görə də cərəyan şiddətimiz B induksiya vektoru ilə paralel şəkildə durur. Paralel olduğuna görə sinusumuz bu 0 dərəcəyə düşür və o zaman bu gəlir 90 dərəcə, 0 dərəcədə amper qüvvəmiz gəlir, qiymət orada 0 olur. Amma perpendikulyar bilirsiniz necə olardı? Gərək I ilə B-imizin arasındakı bucaq 90 dərəcə olardı. Bax, bu vəziyyətdə o zaman bu amper qüvvəmiz bizim maksimum qiymət olacaqdı. Amma belə şəkildə amper qüvvəmiz gəlir bizim 0 olur. Ona görə 4-ü də götürməm. Uyğun gələn cavablarımız 1 və 2 olaraq gedir D variantına. Baxaq digər sualımıza. 36-cı sualımızı gəlin bu tərəfə çevirək. Bu sualda isə maqnit əqrəbləri sabit maqnit ətrafındakı şəkildəki vəziyyəti alıblar. Sabit maqniti saat əqrəbi istiqamətində 90 dərəcə fırlasaq, maqnit əqrəblərinin vəziyyəti necə olacaqdır? Öncə mən baxıram ki, bax, bizim maqnitimizi bizə bu cür şəkildə verib, hələ birinci bunun bu durumunu, bu vəziyyətini həll etməyə çalışaq. Və bu isə bizim əqrəbimizdir. Buradan da əqrəbimizi çəkirik. Sizcə nəyə əsasən bu maqnit bu şəkildə dura bilər? Biz bilirik ki, əks qütblər bir-birini cəzb edir. Bax, bu S-dirsə, deməli bu da N olmalı ki, S-lə N bir-birini cəzb etsin ki, bu maqnitlər bu cür şəkildə dura bilsin. Deməli, o zaman bunun bu hissəsi N, burası S imiş ki, S də buradır. S N-i cəzb etsin ki, bu belə dura bilsin. O zaman biz tapırıq ki, deməli bizim bu maqnitimizin bu tərəfi N imiş. İndi deyir ki, götürsən həmin bu sabit maqniti saat əqrəbi istiqamət 90 dərəcə döndür. Yəni bunu sən bu tərəfə döndərəsən. Saat əqrəbimiz belə gedir axı. Bunu bu cür şəklə döndər. Özə nə qədər deyir? 90 dərəcə döndür. Götürürəm həmin bu vəziyyətimizi biz 90 dərəcə bu tərəfə döndərik. Qoy bunu buradan çəkim. Kənardan çəkək bunu. Bir dəqiqə. Burada mən dairə çaşıb götürdüm. Belə, hə. Bunu 90 dərəcə elə bir ki, buradan yerləşdirəcəm. Bu cür şəklə. Dəqiqə. Aha, belə qoyduq. İndi buradan yerləşdirəm ki, bax, bunu bu tərəfə döndərmişdim. Bu tərəfi N-dir və bunun bu tərəfi S-dir. Həmin indi maqnitimizi, bax, bu cür şəkildə, bu artıq təbii ki, belə olmayacaq axı. Bu maqnit belə durmayacaq da. Biz bilirik ki, deməli, N-lər nə cür olurdu? Yəni, N qütbümüz həmişə maqnitdə N qütbündən çıxıb S qütbünə daxil olurdu. Yəni, bax, buradan N-dən çıxırdı, bunlar S-ə daxil olurdu. Həmçinin burada da bu cür şəkildə. O zaman bunun B induksiya vektorumuzun getmə istiqaməti belədir də, bax bu cürdür. Biz də bilirik belə olduğu halda əqrəblərimiz də həmçinin necə olmalıdır? B induksiya vektoruna belə paralel şəkildə yerləşməlidir. Və həmçində bunu da qeyd etdik ki, biz B induksiya vektorun burada nədirsə, onda bunun boşluğuna N gəlib düşmüş olacaqdır. Bu yana N, bu tərəfi isə bizim S olacaqdır. Bax, buranı biz müəyyən etdik. İndi isə baxıram bunun buradakı qütbünə. Və buradakı NS-imiz də bizim o zaman burada bu cür şəkildə durmuş olacaq ki, S N-i cəzb etsin, N də S-i cəzb etmiş olsun. Yəni, bax, bu vəziyyətimiz bizim belə olacaqdır. Bu bizim A əqrəbimizdir. Bax, bu A əqrəbimiz buradadır. Bu vəziyyətimizə görə A əqrəbimizin duruşu nə cür oldu? Qoy bunu bir kənardan çəkim, daha aydın göstərək. A əqrəbimizin duruşu, bax, belə oldu. Və bunun bu tərəfinə S düşür, bu tərəfin N. Çünki əks qütblər bir-birlərini cəzb edir. Yəni, buradakı S N-i cəzb etməlidir, onu əsasən elə. Və buradakı bizim bu vəziyyətimizdə B əqrəbimizdir. Deyə, bura B yazıb da, bax, bu da B-dir. B əqrəbimiz də bizim görək nə cür oldu? Bu da yaşlı rəngi saran, bu da belə getdi. İndi bunu buradan yerləşdirim. Belə yerləşdirək bunu bu cür şəkildə. Bunun da boşluğu N, bura N yazırıq, bu tərəfi də S oldu. Və salam. İndi bunu uyğun gələn cavablarımızı buradan tapaq. Deməli, A olur NS, B olur S-in. NS S-in. NS S-in və bu sual buradan gedir
B variantına. Baxaq sonraki sualımıza. Bu sualımızda ipdən asılmış hər bir maqnit yalnız öz altındakı maqnitlə qarşılıqlı təsirdədir. Bütün maqnitlər eynidir. Yəni bu maqnitlərimizin hamısı eyni şəkildədir. İpdə yaranan gərilmə qüvvələrimiz üçün də müqayisəmizi belə verib. Maqnitlərin 1, 2, 3 ilə işarələnmə hissələrini, qütblərini bunların müəyyən edəcək. Yaxşı, gəl indi bunu müəyyən etməmişdən öncə bax bunun bu hissəsini gətirək köçürdüm, kənardan yazırım. T1 böyük, T1 kiçikdir, belə yazaq da. T1 kiçikdir, T2-miz isə T3-ümüzə bərabərdir. Yadda saxlayın ki, nə böyükdürsə digərindən, deməli bu böyük olan bizdə plus olacaq. Plus olma da səbəb odur ki, dəqiq T gərilmə qüvvəm üzü bu yana doğrudursa, onda bunun ağırlıq qüvvəsi də, maqnit qüvvəsi də ağırlıq qüvvəmiz mg-dir, belə yazaq. Ağırlıq qüvvəmiz mg, maqnit qüvvəmiz də hamısı üzü aşağıya doğru getməlidir ki, T-ni tapanda əks olan qüvvələrimiz, bax, T-yə əks olan hansıdır? Yazıram qıraqdan. T bərabərdir. mg ilə də F maqnitimiz eyni istiqamətdə olduğuna görə bu toplanır. Yəni, qısacası və bizim buradakı ən böyük deməli olan tərəfimiz üstəgəl olacaqdır. Bax, maqnit qüvvəmizlə ağırlıq qüvvəmiz eyni istiqamətə yönəlməlidir ki, T2, T3 bax bu cür şəkildə bunu təyin edəcək. Və balaca olan da, kiçik olan, yəni də bunu çəhrayı rəngə salaraq, bu artıq bizə minus olacaqdır. mg minus f müqaviməti olacaqdır. T1-imiz kiçik olanlar minuslar olacaq. mg minus f müqavimət şəklində olacaqdır. Bax, bu bilgimizə əsasən indi yola çıxa bilərik. Görürəm ki, bunların qütblərini buradan aydın şəkildə köçürdüm. Sn, bu da yox, bu Sn, bu Ns, bu da Sn şəklindədir. Yaxşı. İndi belə götürük. Hamısında bilirik ki, iplər, gərilmə qüvvələrimiz üzü yuxarıya doğrudur. Bunları müəyyən etdik. Hamısının ağırlıq qüvvələri də üzü aşağıya doğrudur. Bunları da buradan qeyd edək. Mg'lərimiz də hamısında üzü aşağıya doğrudur. İndi bizə lazımdır ki, bizim maqnit qüvvələrimizdən ikinci və üçüncü bizə böyük deyib də, ikincidən üçüncünün maqnit qüvvələri üzü aşağıya doğru getsin. Bunu bayaq izah etdim də, nə əsasən belə deyirəm. Bu da üzü aşağıya doğru getsin ki, T2 və T3-ü biz toplaya bilək. Yenə yazıram. T2-mizlə T3-ümüzü bir-birinə bərabər olaraq veribdir. mg ilə F maqnitimiz bizim toplanmalıdır. İndi yaxşı. Nəyə görə ikinci və üçüncü, ikinci ancaq gəlin baxaq da. Nəyə görə ikinci olan gərilmə qüvvəmiz üzü aşağıya doğru gedir. Deməli, onda bu ikinci maqnit də bu maqnitimizi bir-birinə cəzb edir. Bunun cəzb etməsinə səbəb nədir ki, bura bizim S qütbümüzdür. Onda S-dirsə, digəri əks qütb olmalı ki, biz bilirik ki, əks qütblər bir-birini cəzb edir. Deməli, bura N düşür ki, S ilə N bir-birlərini gəlib cəzb edə bilsinlər. Bunu qırmızı rənglə yazaq. S ilə N-imiz bir-birini gəlsin, cəzb etsin. Deməli, maqnit qüvvəmiz bizim aşağıya doğru gedibdir. Yəni, bunu biz tapanda, T2 gərilmə qüvvəmizi tapanda, yenə də buradan yazıram, bax, bu aydın olsun bizə. T2 gərilmə qüvvəmiz üzü yuxarıya doğrudur. Həmişə, yəni ip hardansa gərilmə qüvvəmiz istiqamət oradır. mg'miz üzü aşağıya doğrudur. Maqnit qüvvəmiz də üzü aşağıya doğrudur. Və biz oradan T2-mizi tapanda, mg ilə F müqavimətimiz cəmlənmiş olacaqdır. Ona görə yazıram T2-miz bərabər mg üstəgəl F müqavimət eyni istiqamətdə olan qüvvələr toplanır, əks olana bu bərabər olacaq. Bunu tapdıq. İndi keçirəm T3-ümüzə. T2 də T3-ə bərabərdir. Deməli, bunun gərilmə qüvvəsi üzü yuxarıdır. Maqnit qüvvəsi niyə görə onun aşağıdır? Ona görə ki, bura bizim N qütbümüzdür. Bunun aşağıya doğru çəkilmə səbəbi digər əks qütb olmaz ki, onu cəzb edə bilsin. Deməli, onda bu S imiş ki, N də S-i cəzb etsin, S də N-i cəzb etsin, bir-birini cəzb etsin. Buna səbəb yenədir. T3-ümüz bizim üzü yuxarıya doğrudur. mg ilə F maqnitimiz üzü aşağıya doğru getdiyinə görə biz eyni istiqamətdə olan qüvvələrimizi yenə toplayırıq. Yəni, bax, buradan T3-ümüzü yenə tapanda mg-imizlə F maqnitimiz toplanmış olacaqdır. Özünün çünki verdiyi şərtə görə dedik, T2 ilə T3 bir-birinə bərabərdir. Bunu tapdıq. İndi keçirəm buradan T1 gərilmə qüvvəmizə. Bu isə kiçikdir deyə bu artıq minus olmalıdır. Bunun yaxşı minus olmağına səbəb nədir? Deməli, bunun maqnit qüvvəsi üzü yuxarıya doğru getməlidir. mg isə bu aşağıdır, o heç də. Yaxşı, buna səbəb nə ola bilər ki, N qütbümüz bizim üzü yuxarıya doğrudur. N-imiz yuxarıdır da, düzdürmü? Buna nə səbəbi ola bilər ki, bunun maqnit qüvvəsi üzü yuxarıya doğru çıxsın, getsin. Deməli, bunlar eyni qütblərdir deyə bu bir-birini itəlir.
Ona görə bura mən götürüb n yazacağam ki, bu n ilə bu n bir-birini itələsin. Bu bunu belə itəlir, bu da bunun F maqniti bu cür şəkildə itəlir. İndi qoy bunu qıraqdan aydın olsun deyə yazım və T1 gərilmə qüvvəm üzü yuxarıdır. MJ üzü aşağıya doğrudur. Bunlar da F maqnitlərimizdə bir-birini itəlir. Bizim baxacağımız tərəf bu tərəflərdən, ancaq iplər olan tərəflərimizə biz baxırıq. Hə. Onda isə maqnit qüvvəmiz də bizim üzü yuxarıya doğru getmiş oldu və eyni istiqamət olan qüvvələrimi toplayıram. Yəni ki, T1 üzərinə gəlsin F maqnit bərabərdir əks olan qüvvəmiz MJ-yə. Oradan da T1 gərilmə qüvvəmizi tapanda MJ-dən F maqnitimizi çıxacaq. MJ çıxılsın F maqnitdən ibarətdir. Belə. Deməli, T1 gərilmə qüvvəmiz kiçik imiş. Kiçiklər dedik ki, minus şəklində olur. Amma digərləri böyük imiş ki, ona görə onları plus şəklində yazıq. İndi başlayıram buradan qütblərimizi təyin etməyə. Bax, bunları buradan silirəm mən hamısını. So, biz tapdıq ki, birinci qütbümüz bizim nə idi? Bu N idi. Bunların rənglərini də buradan silim. Aha. Birinci N idi. Bunu qırmızı rənglə yazaq, N idi. Biz bilirik ki, maqnitin bir qütbü N isə digəri S-dir təbii. İkinci də N idisə bu da S oldu. Üçüncü də S idi, onda deməli bu N oldu. Bizim ancaq istənilən tərəflərimiz bax bu biri tərəflərdir ki, biz buranı tapmalıyıq. Buranı da tapmışıq. İndi gəl yerləşdirək. Buradan birinci N, ikinci də N, üçüncü də oldu buradan S. N S-dən ibarət oldu. N S belə bir cavab yoxdur. Ha, var. Olur. Sualımızın cavabı buradan Y variantı. Sonraki sualımıza baxaq. 38. Hansı ifadələrimiz deyir doğrudur? Eyni kəsiyi təsvir edilmiş cərəyanın düz naqilin ətrafında yaranan maqnit sahəsinin induksiya vektoru yönəlmişdir. Deməli, gəl baxaq. Öncə baxıram buradan biz nəyə? Cərəyanımıza. Cərəyanımızı bizə belə x şəklində veribdir. Biz bilirik ki, cərəyan x olanda B induksiya vektoru istiqamətini tapanda sağ yivli burğu qaydasına əsasən bu müəyyən olunacaq. Bayaqdan bunu uyğun neçə dənə videolar yerləşdirmişəm. İndi yenə deyək. Deməli, sağ əlimizi götürürük. Cərəyanımız bizim əgərlərim x olarsa, bax, cərəyanımız bizim x olarsa bu nə deməkdir? Bu, bizdən şəkil müstəvisinə doğru getmək deməkdir. Biz bilirik ki, sağ yivli burğu qaydasına baş barmağımız bizim cərəyanın istiqamətini bilir. Bükülmüş dörd barmaq B induksiya vektorunun istiqamətini bilir. İndi bu x olduğuna görə baş barmağımızı biz nə cür şəkil tutmalıyıq? Baş barmağımı daxil edirəm həmin o x-in içinə, yəni şəklin içinə. O zaman biz nə görürük? Görürük ki, i, yəni baş barmaqda girib şəklin içinə, dörd bükülmüş barmağımız isə bizim gedir saat əqrəbi istiqamətində. Yəni, bax, buradan da dairəmizi çəkirəm. Bu da gedir saat əqrəbi istiqamətində. Bu da elə olduğuna görə saat əqrəbi istiqamətinə gedir. Bu cür şəkildə gedəcəkdir. Yəni, belə. Həmçinin də biz bilirik ki, B induksiya vektorumuz nə cürdür? Eyni ilə sürət kimi çevrə toxunandır. Yəni, bax, bu nöqtəmizdə B induksiya vektorumuz belə olacaq. Burada belə olur. Burada da bu cür şəkildə yerləşmiş olacaqdır. Və yəni belə getdi. İndi mən buradan gördüm ki, bu belə gedir də, bu cür şəkildə. Deməli, hər bir vəziyyətimizdə bizim B induksiya vektorumuz belə, yəni çevrə toxunan şəkildə gedəcəkdir. B nöqtəsinə B induksiya vektorumuz şaquli yuxarı, A nöqtəsində isə üfüqü sağa doğru gedir. İndi mən nə tapıram, onları yerləşdirirəm. A nöqtəsində hara getdi? Şaquli yuxarı. A nöqtəsində yuxarı elə bir cavab görə bilmirəm. Yuxarı nöqtəsi, A nöqtə yox, B-dəyəm, B-yə baxıram, üzr istəyirəm, B nöqtəmiz. B nöqtəmizdə yuxarıya doğru. Hə, deməli, buradan 4-ü götürürəm. Sonra indi A nöqtəmizə baxıram. A nöqtəmizdə hara gedib? Üfüqü sağa doğru gedib. A nöqtəsindən sağa doğru gedibsə, 1-dən 4-ü götürürəm və təbii ki, digərlərdə uyğunsuz olacaqdır. Cavab buradan 1 və 4 olur. Hətta bunların biz maqnitlərini də müəyyən edə bilərik. Bax, bu tərəflərimizi sivirəm. Ancaq burada maqnitlərimizə baxıram. Biz bilirik ki, B induksiya vektorumuzun oxu haradırsa, onun da əqrəbi ona paralel şəkildə yönəlməlidir. O zaman bunun B-nin ucluğuna həmişə bura N, burada S düşəcəkdir. İndi həmin əqrəbimizi bu tərəfimizə də yerləşdirək. Buradan çəkək bunu. Hə, burada yenə B-nin ucluq tərəfinə həmişə bura N, burada S düşür. Bunu da elə yadda qalsın deyə deyirəm ki, banan sözünə görə yadda saxla. B hərfinin ucluğunda N və buradakı B hərfinin ucluğunda həmişə N düşür. Banan sözünə görə dediyim kimi bunu yadda saxlayın. Və indi isə baxıram 39-cu sualımıza. Deməli, bu sualımızda isə bu tərəflərimizi gəlin silək. Bizə nə deyir?
Üfüqi səth üzərində dayağa bərk edilmiş üç eyni sabit maqnitlər bərabər məsafədəki A nöqtəsinə dəmir cisim yerləşdirilibdir. Deməli, bizə bu verilən maqnitlərimiz hamısı eynidir. Yəni, deyir, üç eyni sabit maqnitlər eyni şəkildə verilir. Dəmir cismə təsir edən əvəzləyici qüvvəmiz bizim hansı istiqamətə yönəlmiş olacaqdır? Gəl, öncə biz bunu yaşıl rəngə sıram. Bax, bu yaşıl maqnitlərimizə baxaq. Biz bilirik ki, əks olan qütblər bir-birini cəzb edir. S N-i cəzb edir, N də S-i cəzb edir. Ona görə bu bunu belə cəzb edirsə, bu da bunu bu cür şəkildə cəzb edirsə, arada nə qalır? Heç nə qalmır. Bax, niyə görə heç nə qalmır? Deyim də, buradakı məsafəm nə deyir? Buradakı məsafəmiz də bizim eyni məsafədir. Və eyni qüvvələr bir-birini cəzb etdiyinə görə əvəzində bunun bu hissəsi sanki yoxa çıxır, gedir. Bu qaldı bax bu cür şəkildə. Belə. İndi isə belə olduğu halda A nöqtəsindən bura doğru nə gedir? Sadəcə bunun əvəzləyici qüvvəsi üzü aşağı doğru gedəcəkdir. Yəni, bunun da buradakı variant olaraq dördüncü vektorumuzu götürəcəm və cavab hanı burada. Ha, bu belə elə açıq sualdır. Hə, bu cavab olur. Buradan dördüncü istiqamətimizi götürdük. İndi isə 40-cı sualımıza baxıram. Uyğunluğu müəyyən edək. Cərəyan keçən düz naqildən eyni məsafədəki nöqtələrdə yaratdığı maqnit sahəsinin induksiya vektoru. Bunu görürəm ki, bizə nöqtə veribdir. Biz bilirik ki, cərəyanımız nöqtə olanda və bir induksiya vektorumuzu biz tapmaq lazımdırsa, bunu Sağ-Yevli-Burxu qaydasına görə müəyyən edəcək. İndi bu dedik ki, nə cürdür? Deməli, biz sağ əlimizi yenə götürürük. Cərəyanımızı bizə buradan nöqtə verdiyinə görə sağ əlimizə götürürük. Baş barmaq cərəyanın istiqamətini bildirir. Dörd bükülən barmaq bir induksiya vektorunun istiqamətini göstərir. Əgər verilən və cərəyan nöqtədirsə, bu nə deməkdir? Şəkildən bizə doğru, yəni baş barmağın şəkildən çıxır, sənin üzünə doğru, sifətinə doğru gəlir də. O deməkdir bu. Onda elə olanda o vəziyyətdə sən dörd barmağını nə cür şəkildə görürsən? Saat əqrəbin əksi istiqamətdə görürsən. Qoy bunu qıraqdan da çəkim. Deməli, cərəyanımız bizim belə nöqtədir. O nöqtə olduğu halda bizim də deməli, buradakı hərəkət istiqamətimiz nə cür olur? Şu dörd bükülən barmağımız bu cür şəkildə gedir də. Yəni, bu artıq olacaqdır saat əqrəbinin əksi istiqaməti. Yəni, bax, belə gedir. Saat əqrəbimizin əksi istiqaməti. Bunu buradan da yerləşdirək, bu cür şəkildə olur. Və belə olduğu halda biz də bilirik ki, hər bir vəzdə bir induksiya vektorumuz nə cürdür? Çevrəyə toxunan şəkildə gedir də. Yəni, istiqaməti belə. Onda bunu buradan yerləşdirəm. Burada bu cür şəkildə gedir. Burada belə gedir. Bir induksiya vektorlarımız. Burada bu cür şəkildə, yəni eynən B induksiya vektoru sürət kimi çevrəyə toxunan şəkildə olur. Bunları biz müəyyən etdikdən sonra, indi baxıraq, yerləşdiririk də. Bir də onu da yenə deyim ki, B induksiya vektorumuz hara gedirsə, əqrəbimiz də ona paralel şəkildə gedəsidir. Əqrəblərimizi də buradan çəkərək, belə, biz də bilirik ki, əqrəbimizin həmişə B oxu hara düşürsə, onun qarşı tərəfinə N qütbü yazılmış olacaqdır. Yəni, bax, bura B qütbüdür, B induksiya vektorsa, bura N, bura S düşəcək. Bura bu tərəfimiz B-dirsə, bura N, bura S düşür. Bu da həmçinin B-dirsə, bura N, bura S. Yəni, maqnitləri soruşmur. Sadəcə mən özüm deyirəm ki, belə suallar tez-tez düşür. Bunu biləsiniz. Bura N, bura S şəkildə. Yenə də deyirəm, bunu yadda saxlayasınız. Banan sözünə görə yadda saxlayın. Burası B-dirsə, burası N, banan sözlərinə görə yadda saxlayacağız. İndi gəlin dediklərimizi icra etməyə çalışaq. A nöqtəsi, hanı A nöqtəsi burada? Hə, A nöqtəmizi mən buradan yaşıl rəngə sarım. A nöqtəmizdə biz görürük ki, B induksiya vektorumuz üfüqü sola doğru gedibdir. A da sol tərəfə yönəlib, yəni buradan yazıram. Birinci vəziyyətimizə B gedir. 2-yə baxıram, B nöqtəmiz. B nöqtəmizi sarı rəngə götürürəm. Bu, üzü aşağıya doğru düşübdür. Yəni, bunu şaquli aşağı yönəlmiş götürürəm. B nöqtəmiz gedir buradan. Şaquli aşağı yönəlib, deməli, bura C variantı uyğun gəldi. Üçüncü vəziyyətimiz hansıdır? C nöqtəsi. C nöqtəmiz də gördüyümüz kimi hara doğru gedib? Üfüqü sola doğru gedib. Yox, üzr istəyirəm, sağa doğru gedib. Bu da sağa doğru getdiyinə görə onda bu getdi A variantına. Cavablar olur 1C, 1B, 2C və 3A-dan ibarət olur. BCA. İndi isə 41-ci sualımıza baxıram. Bunu bu tərəfə çevirək və üst tərəflərimizi də buradan silək. 41-ci sualımızda isə sabit maqnitin qüvvə xətlərindən biri təsvir olunmuşdur. Bu bizim sabit maqnitimizdir. Və verilmiş nöqtələrdə maqnit sahəsinin induksiya vektorlarının istiqamətləri üçün uyğunluğu müəyyən edəcək. Bu daha rahat sualdır. Bura görəm S qütbümüzdür. Burada bizim N qütbümüzdür. Biz də bilirik ki, həmişə N qütbdən çıxırlar,
qüvvə xətlərimiz isə daxil olurlar. Yəni bax, endən çıxırlar. Buradan da bu cür şəkildə çıxırlar, isə daxil olurlar. Vsyo. Biz indi bildik ki, da bizim beyin-yoxsa vektorumuzun istiqaməti bizdən bu tərəfimiz soruşulur da, buradakı hərflərə görə baxacaq. Nə cür şəkildədir? Biz bilirik ki, hər yandan beyin-yoxsa vektorumuz nə cürdür? Eynən sürət kimi çevrə toxunlanır. Buradan bax, bu cür şəkildə getdi. Buradan da bu cür şəkildə getmiş oldu. İndi baxıram. K nöqtəsini soruşur. K nöqtəmiz hara gedibdir? Şaquli yuxarıya doğru gedibdir. Görə indi birinci şərtimizə nə gedir? K nöqtəsindən yuxarı yönəlibdir. Deməli, 1-ə D variantı uyğun gəldi. İndi 2-yə baxırıq. 2-də nədir? L nöqtəsi. Hani L nöqtəsi buradır. L nöqtəmiz də gördüyümüz kimi hara gedib? Şaquli aşağı gedibdir. Aşağı haradır? Hə. Onda L nöqtəmizi aşağı gedibsə bu C variantıdır. 2-yə C gedəcəkdir. 3-də nə deyir? 3'te ise M nöqtəmizi. M nöqtəmiz də bizim üfüqü sola doğru gedibdir. Sol tərəfə də gedirsə, onda mən buradan B-ni götürəcəm. Söz cavablar olur nə? Deməli, D, C, B-dən ibarətdir. Növbəti suala baxaq. Aha, beləliklə sualların sonuna gəlib çatdıq. Bu videolar ümid edirəm ki, sizə aydındır və gördüyünüz kimi həmçinin testləri izah etmişdən əlavə həm şəkillərin, həm videoların yerləşdirirəm. Bu da inanılmaz çox vaxt aparır. Ümid edirəm ki, əməyə hörmət olaraq videonu daha çox bəyənib, öz fikirlərinizi yazır və həmçinin paylaşa bilərsiniz. Yəni sizin burada sadəcə bir like qoyursunuz. Heç oradan bir saniyə belə vaxt getmir, amma mənim bu hazırladığım video saatlarla bu mənim vaxtımı alır. Ümid edirəm ki, bunu dəyərləndirərsiniz. Növbəti izahlarımızda görüşənə dək sağ olun, Allah amanda.